Salam əziz müəllimlər və müdavimlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova Nur Akademi Tədris Mərkəzinin Azərbaycan dil və ədəbiyyat müəllimi. Sizlər üçün bugün EMAŞM test toplusundan baş üzvlər, yəni mübtədə və xəbərlə bağlı olan sualları izah edəcəm. Başlayaq sual 1-in izahına. Baş üzvlərlə bağlı verilmiş fikirlərdən uyğun olan fikri müəyyən edin. Baş üzvlər, yəni mübtədə və xəbər nəzərdə tutulur. Mübtədənin ifadə vasitəsi homonimliyi olan isim ola bilməz. Yanlışdır, çünki mübtədənin ifadə vasitəsi homonimliyi olan isim ola bilər. Məsələn, tut, deyək ki, isimdir, eyni zamanda homonimliyi var. Həm feil, həm isim ola bilər. Tut, yetişdi. Yetişdi nə tut? Mübtədədir və homonimliyə malik olan isimdir. Fikir yanlışdır. Burada isə doğru yazıldığı üçün uyğunsuzluqdur. Xəbərin ifadə vasitəsi olan sifət mütləq xəbəri şəkilçisi qəbul etməlidir. Bəzən xəbər vəzifəsində çıxış edən sifətdə xəbəri şəkildə ixtisar oluna bilər. Mütləq qəbul etməlidir fikri yanlışdır. Burada isə doğru olduğu üçün uyğunsuzluqdur. Həm mübtədə, həm də xəbər qoşmalı əvəzliklə ifadə oluna bilər. Bu fikir doğrudur. Burada isə yanlış yazılıbdır. Yəni qoşma həm adlı kallı sözə, eyni zamanda ismin müxtəlif hallarına qoşularaq xəbəri şəkilçisi qəbul edərək cümlədə xəbər ola bilər. Bu da uyğunsuzluq yaradır. Mübtədə başlanğıc formada olan və olmayan sözlərlə ifadə oluna bilər. Bəli, başlanğıc formada olan dedikdə, yəni leksik şəkilçili, qrammatik şəkilçi olmayan söz nəzərdə tutulur. Başlanğıc formada olmayan dedikdə isə qrammatik şəkilçi qəbul edə bilən söz ola bilər. Məsələn, gözəllər meydana çıxdılar. Kim gözəllər? Burada gözəllər mübtədədir və başlanğıc formada deyil. Bu fikir doğrudur. Burada doğru olduğu üçün uyğunluq deyildi gözlənilibdir. Xəbərin ifadə vasitəsi isim birləşmə olarsa cümlədə məsdər işlənə bilər. Bu fikir doğru fikirdir. Yəni xəbərin ifadə vasitəsi isim birləşmə ola bilər və cümlədə məsdər işlənə bilər. Yəni isim birləşmə ola bilər ki, elə xəbər məsdərlə ifadə, yəni isim birləşmənin ifadə oluna bilər. Xəbər 3-cü nöqtəyin söz birləşməsini yaratmış. Yəni məsdərlə ifadə oluna bilər. Məsələn, deyə bilərik ki, mənə maraqlı gələn onun gülməsi idi. Burada xəbər isim birləşmənin ifadə olunubdur və elə cümlədə məsdərdə işlənibdir. Gülməsi, orada gülmək məsdərdir. Fikir doğru, burada yanlışlıq olduğu üçün bu uyğunsuzluqdur. Cavab oldu D. Növbəti sual 2. Mübtədəsi isimlə ifadə olunan cümlələri seçin. Bizim qocalar cavanlara çox böyük örnək idilər. Örnək idilər kim qocalar? Qocalar sifət olduğu üçün bir deyil. Kəndi su basdığı üçün kəndlilər köçüb getmişdilər. Köçüb getmişlər kim kəndlilər? Kəndlilər mübtədədir və isimdir. Birincilik uğruna mübarizə aparanlar qalib gəldilər. Qalib gəldilər kim? Birincilik uğrunda mübarizə aparanlar. Burada feil sifət tərkibidir mübtədə. Xəbərçilik xəbərçilərə heç vaxt baş ucalığı gətirməz. Baş ucalığı gətirməz nə? Xəbərçilik. Xəbərçilik isimdir və mübtədədir. Cavab 2-4. Yuxarılar hələ də bu məsələ barədə fikir bildirmirdilər. Burada isə yuxarılar isim deyil. Sadəcə isimləşib, yəni isim sualına cavab veribdir. 5 də deyil. Cavab olur 2-4, yəni C variantında. Xəbəri əvəzliklə ifadə olunan cümlələri seçin. Hamını öz arşınınla ölçmə. Ölçmə feildir. Bu sualların faydası bizim hamımızadır. Bizim hamımıza burada isim birləşmədə əvəzliklə ifadə olunmayıbdır. Unutduğumuz günlər də özümüzündür. Burada əvəzliklə ifadə olunubdur. Xəbər bütün deyəcəyi sözlər sizin hər birinizindir. Sizin hər birinizədir. Sizin hər birinizə. Burada da isim birləşmənin ifadə olunubdur. Hiss olunur ki, bu kitablar sizindir. Sizindir nə kitablar? Xəbər sizindir. Yəni əvəzliklə ifadə olunubdur. Cavab 3-5, yəni olur D variantı. Sual 4. Yaxşı igidin atını aparmaq, onu eldə xar etməkdir. Cümləsinin təhlilinə aid olan fikri müəyyən edin. Əvvəlcə cümləni təhlil edək. Onu eldə xar etməkdir. Nə? Yaxşı igidin atını aparmaq. Burada sadəcə mübtədə və xəbərdən ibarətdir. Yadda saxlayın ki, xəbər feili sifət və ya məsdərlə ifadə olunarsa, bu zaman mübtədəni tapırıq. Mübtədədən sonra gələnlərin hamısı birlikdə xəbər vəzifəsində çıxış edir. Mübtədə isə burada yaxşı igidin atını aparmaq məsdər tərkibi ilə ifadə olunubdur. İndi isə baxaq, bizdən doğru fikri soruşur. Xəbər məsdərlə ifadə olunub, yanlışdır, məsdər tərkibidir. Baş üzvlərin ifadə vasitəsi fərqlidir, xeyr, hər ikisi məsdər tərkibidir. Cümlənin xəbəri feili xəbərlidir, xeyr, ismi xəbərlidir. İdi hissəci işlənib deyə xəbər ismi xəbərlidir. Yanlışdır, çünki idi hissəci onun ismi və ya feili xəbər olmasına təsir etmir. Xəbər məsdər tərkibi ilə ifadə olunub, doğru cavab olur elə E variantında. Hansı cümlədə subyekt işlənsə də mübtədə rolunda deyil? Əsasən bu tip suallarda məchul növlü feil axtarılır və həmin məchul növdə subyekt olur, sadəcə mübtədə rolunda olunur. Tamamlıq
funksiyasında olur. Yəni, məchul növdə olan feildə cümlədə subyekt ola bilər, sadəcə mübtədə rolunda yox. Tamamlıq kimi cümləyə bərpa etmək mümkündür. Baxaq, unutmayın ki, iş insanın cövhəridir. İnsanın cövhəridir. Nə? İş. Burada subyekt işlənsə də mübtədə rolunda deyil. İş üzərində görüləndir. Burada subyekt deyil. Məktub yazan dostum tərəfində, məktub yaxın dostum tərəfindən yazılıb. Nə edib? Yazılıb. Nə? Məktub. Baxın, burada dostum tərəfindən olacaqdır. Tamamlıq kimi, cümləyə tamamlıq kimi daxil olubdur və dost burada elə subyektdir. Elə cavab B variantıdır. Burada xəbər də yazılıb, məktub yazılıb. Olur məchul növdə. Subyekti dostdur, lakin mübtədə yox, tamamlıq kimi cümləyə daxil olubdur. Bütün məktublar vaxtında çatdırıldı. Baxmayaraq ki, məchul növdədir, lakin burada subyekt yoxdur. Əgər deyilsəydi ki, bütün məktublar baştalyon tərəfindən vaxtında çatdırıldı, o zaman bu da cavab ola bilərdi. Tapşırıqlar vaxtında icra edilsin. İcra edilsin. Nə tapşırıqlar? Burada da subyekti yoxdur. Hələ də onun sənə böyük ümidi var. Var. Nə var? Onun ümidi. Onun ümidi. Burada da mübtədə olacaq. Onun sənə böyük ümidi. Onun ümidi. Nə vaxt, nə zaman? Hələ. Burada da deməli mübtədə, yəni sənə böyük ümidi var. Subyekt mübtədə ilə mübtədə baxaq bir dəqiqə, hələ də sənə böyük ümidi var. Burada isə ümumiyyətlə subyekt işlənməyibdir. Eyni zamanda burada onun sənə böyük ümidi hamısı birlikdə üçüncü nöqtənin söz birləşməsini yaradıbdır. Daha sonra sual 6. Hansı cümlədə mübtədə və xəbərin ifadə vasitəsi eynidir? Sənin istəyin bizi məhv etməkdir. Bizi məhv etməkdir. Nə? Sənin istəyin. Sənin istəyin isim birləşmə, bizi məhv etmək isə feili birləşmədir. Xəbərin ifadə vasitələri fərqlidir. Onun oxuması bizim sifarişimiz idi. Bizim sifarişimiz idi. Nə? Onun oxuması. Onun oxuması da isim birləşmədir. Bizim sifarişimiz də isim birləşmədir. Yəni xəbər və mübtədənin ifadə vasitəsi hər ikisində eynidir. Elə doğru cavab olur B variantı. Daha sonra C-yə baxaq. Müəllifin yazdığı öz testləri idi. Öz testləri idi. Nə? Müəllifin yazdığı. Burada müəllifin yazdığı feili birləşmə, öz testləri isim birləşmədir. Ona görə burada da fərqlidir. Bugün gələnlər vaxtında da qayıtsın. Qayıtsın kim? Bugün gələnlər nə vaxt, nə zaman vaxtında. Xəbərlə burada mübtədənin ifadə vasitəsi fərqlidir. Oxumaq həvəsi bizi irəliyə aparır. Nə? Oxumaq həvəsi nə edir? Aparır haraya irəliyə? Kimi bizi. Burada da deməli xəbərlə mübtədənin ifadə vasitəsi eyni deyil. Mübtədə isim birləşmənin ifadə olunub, xəbər isə isim birləşmə deyil. Sual 7. Ən böyük xəta xətaların fərqinə varmamaqdır cümləsindəki baş üzvlərə aid olan fikirləri seçin. Yəni mübtədə və xəbərə aid olan fikri seçin. Xətaların fərqinə varmamaqdır. Nə? Xəta, hansı xəta? Böyük xəta. Cümlə quruluşca növləri eynidir. Yanlışdır. Xəta sadə, xətaların fərqinə varmamaqsa məstər tərkibi, yəni mürəkkəbdir. Bir yanlışdır. Xəbər məstər tərkiblə ifadə olunub. Doğrudur. İfadə vasitələri fərqlidir. Doğrudur. Yəni biri xəta isimdən, digərsə söz birləşməsindən ifadə olunub. Xəbərin tərkib hissəsində frazoloji birləşmə var. Fərqinə varmamaq, bəli, frazoloji birləşmədir. Mübtədə isim birləşməli ifadə olunub. Xeyr, sadəcə isimlə ifadə olunub. Cavab 2, 3, 4 A variantı. Sual 8. Uşağı buradan qaçırdı cümləsinin təhlilinə aid olan fikirləri müəyyən edin. Cümlənin xəbərinə əsasən cümlə üzvləri dəyişə bilər. Uşağı buradan qaçırdı. Nə edirdi? Qaçırdı. Kim? Uşağı. Burada yəni xəbəri fikirlərsək ki, qaçırdı. Nə edirdi? Qaçırdı. Kim? Uşağı. Burada idi hissəcik zaman olduqda, vurğu da ikinci hecəyə düşdükdə uşağı mübtədə olur. Uşağı buradan qaçırtdı. Yəni qaçırdı. Nə etdi? Qaçırdı. Burada leksik, d-ni isə zaman götürdükdə qaçırdı haradan, buradan, kimi, uşağı. Uşağı tamamlıq kimi də düşünmək olur. Yəni xəbərə görə, xəbərə əsasən cümlə üzvləri dəyişə bilər. Orada uşağı həm mübtədə, həm də tamamlıq kimi götürülə bilər. Bu fikir doğru fikirdir. Xəbərin ifadə vasitəsi ifadə vasitəsində vurğu sonuncu hecədə olarsa, birinci söz yalnız mübtədə olar. Vurğu sonda olarsa, uşağı buradan qaçırdı. Nə etdi? Qaçırdı. Vurğu harada soruşur? Xəbərin ifadə vasitəsində vurğu sonuncu hecədə olarsa, sonuncu hecədə olsa, qaçırdı. Nə etdi? Qaçırdı. Kimi? Uşağı. Bu zaman mübtədə yox, tamamlıq funksiyasında olacaqdı. Mübtədə o zaman olardı ki, vurğu ikinci hecədə olardı. Bu yanlışdır. Xəbəri feilin müxtəlif
zamanlarında və şəkillərində düşünmək olar. Müxtəlif zamanlarda düşünmək olar. Bir ır, indiki, bir də dı, şıvıdı. Lakin şəkilləri fərqlənmir. Yəni, ırı leksik d-nı zaman götürsək xəbər şəkli, ırı zaman d-nı hissəcik götürsək yenə xəbər şəklidir. Yəni, zamanı fərqli olsa da şəkli müxtəlif düşünmək olmur. Hər zaman xəbər şəklində olur. 3 yanlışdır. Xəbərin ifadə vasitəsinə vurğu ikinci hecədə olarsa birinci söz mübtədə olar. Bəli, ırda olarsa, 2-də olsa uşağı mübtədə, 3-də olsa uşağı tamamlıq olacaq. Bu doğrudur. İkinci söz istənilən təhlildə sabit qalır. Bəli, istənilən məqamda zərfli olur. Bu da doğrudur. 1, 4, 5 B variantı. 9. Hansı cümlədə söz birləşməsi ilə ifadə olunmuş cümlə üzvü baş üzvü izah edir? Dağların başına çökən duman kəndi də bürümüşdü. Nə etmişdi? Bürümüşdü. Deməli, haranı, kəndi, nə bürümüşdür duman? Hansı duman? Dağların başına çökən. Bizdən isə şərtdə istəyirdi ki, baş üzvü izah edən söz birləşməsi. Elə cavab A variantıdır. Duman baş üzvüdür. Onu izah edən dağların başına çökən də söz birləşməsindən ifadə olunub. Cavab oldu A. Son dövrdə danışılan məsələləri hələ də həll etmirlər. Bu cümlədə ümumiyyətlə mübtədə yoxdur. Həll etmirlər xəbərdir. Həll etmirlər. Nə vaxt, nə zaman, hələ. Burada da yəni onu izah edən söz birləşməsi yoxdur. Abad kənd tüstüsündən bəlli olar. Bəlli olar. Nə? Kənd. Hansı kənd? Abad kənd. Nədən? Tüstüsündən. Burada da abad sadəcə sözdür. Söz birləşməsi deyil. Eyni zamanda tüstüsündən bəlli olar. Burada da xəbəri, yəni xəbərdən öncə söz birləşməsi yox, sadəcə söz gəlibdir. Bugün bizim uşaqlar məğlub olmadılar. Məğlub olmadılar. Kim uşaqlar? Hansı uşaqlar? Bizim. Nə vaxt, nə zaman? Bugün. Burada da bunu təyin edən söz birləşməsi yox sözdür. Buradakı faydanı işləyənlər biləcək. Biləcək. Kim işləyənlər? Nəyi faydanı? Hansı faydanı? Buradakı. Burada da ifadə, yəni baş üzvü izah edən söz birləşməsi yoxdur. Cavab olur A variantı. 10-cu sual. Hansı cümlədə olmaq feili müstəqil cümlə üzvüdür? Olmaq o zaman müstəqil cümlə üzvü olur ki, yaşamaq mənasında işlənir. Baxaq, var olmaq, yaşamaq mənasında. Deyilənlərə görə düşmənlər yurdumuza sahib olmağa gəlib. Sahib olmağa gəlmək burada mürəkkəb feildir. Ona görə müstəqil deyil. Pis olsa bura gəlməzsən. Pis olmaq, yaxşı olmaq burada da mürəkkəb feil yaradır. Gözü yaşlı şair 10 ildir ki, Xan sarayında olur. Xan sarayında yaşayır. Olur, yaşayır mənasında işləndikdə yaşayır. Qeyd etdik ki, müstəqil feil olur və olur burada müstəqil xəbərdir. Harada olur? Xan sarayında. Burada da zərflik olur. Elə doğru cavab C variantıdır ki, orada olur müstəqil feildir. Sən bu kənddən olmağın hər şey demək deyil. Kənddən olmaq burada isə müstəqil deyil, yenə birlikdə gedir. Eyni zamanda sənin olmağın hər şey demək deyil. Nə? Sənin bu kənddə olmağın birlikdə söz birləşməsi yaradır. Müstəqil cümlə üzvü deyil. Uzun müddət öncə müəllim olmuşdu. Müəllim olmaq da mürəkkəb feildir. Ona görə E variantı da gedir. Cavab olur C. Sual 11. Cədvəli tamamlayan fikri müəyyən edin. Hökm. Xəbərin ifadə vasitəsinin əsas tərəfi məstər olarsa, xəbərin ifadə vasitəsi məstər. Əsas tərəf dediyi üçün xəbər deməli söz birləşməsindən ifadə olunacaqdır və həmin söz birləşməsinin əsas tərəfi məstər olacaqdır. Xəbərin ifadə vasitəsi feili birləşmədir. Bunu dəqiq deyə bilmərik, çünki ola bilər ki, xəbərin ifadə vasitəsi isim birləşmə ola bilər. Əgər üçüncü nöqtənin söz birləşməsi olarsa, isim birləşmə ola bilər. Xəbərin ifadə vasitəsinin birləşmədir. Bunu da dəqiq deyə bilmərik. Bu üçüncü növü yaratmırsa, bu zaman feili birləşmə də ola bilər. Xəbər mürəkkəb feili birləşmə ilə ifadə olunubdur. Ola bilər ki, sadə söz birləşməsi ilə ifadə olunar. Yəni, orada iki söz ola bilər və bu zaman sadə feili birləşmə olar. Mürəkkəb feili birləşmə olduğunu dəqiq deyə bilmərik. Xəbər quruluşca mürəkkəb ismi xəbərdir. Deməli, əgər məstər varsa, məstər əsas tərəfdirsə, məstərlə ifadə olunan xəbər təbii ki, ismi xəbər sayılır, feil xəbər sayılmır. Eyni zamanda söz birləşməsi olduğu üçün quruluşca mürəkkəb ismi xəbər hesab olunur. Bu fikir tamamilə doğrudur. Xəbər quruluşca sadə feili xəbərdir. Artıq sadə ola bilməz, çünki orada əsas tərəf məstərdirsə, bu artıq tərkib yaradır və tərkib yaratdığı üçün sadə yox, mürəkkəb feili xəbər, daha doğrusu mürəkkəb ismi xəbər olur, sadə feili xəbər olmur. Bu fikir də yanlışdır. Doğru cavab oldu D variantı. Növbəti suala baxaq. 12. Deməli, birinin xəbərində məstər şəkilçisi olsa da, həmin xəbərin ifadə vasitəsi məstər tərkibi deyil.
Onun dərdi bunları bizə anlatmaqdır. Əgər xəbər məstər və fe'l sifətlə ifadə olunarsa, bu zaman mübtədəni tapıb, mübtədədən sonra gələnlərin hamısını xəbər götürməliyik. Məsələn, tam tapa bilmirsinizsə, sadəcə bir sözü xəbər götürməklə sual verib mübtədəni tapırıq. Anlatmaqdır nə onun dərdi. Mübtədəni tapdıqdan sonra məstərlə ifadə olunduğu üçün xəbər. Mübtədədən sonra hamısını birlikdə xəbər götürürük. Bunları bizə anlatmaqdır, nə onun dərdi. Burada xəbər məstər tərkibi ilə ifadə olunubdur. Bizdən isə deyir ki, xəbərin ifadə vasitəsi məstər tərkibi olmasın. A da məstər tərkibidir. Belə halda son çarə buralardan getməkdir. Getməkdir nə çarə, nədir buralardan getməkdir. Mübtədəni tapırıq, mübtədədən sonra qalanları məstər tərkibi, yəni daha doğrusu məstərin daxilinə deməli salaraq birlikdə təhlil edirik. Burada da tərkib yaradıbdır. Bizim istəyimiz ağlı başına gəlməyidir. Ağlı başına gəlməyidir nə? Bizim istəyimiz ağlı başına gəlməyi də xəbərdir. Burada xəbər düzdür, birlikdə təhlil olunur. Lakin ağlı başına gəlmək frazoloji birləşmə sayıldığı üçün bu məstər tərkibi sayılmır. Yəni frazoloji birləşmə önünə başqa bir söz qoysaq, məsələn, əlinin ağlı başına gəlməyidir. Bu zaman məstər tərkibi sayılar. Lakin sadəcə frazoloji birləşmədirsə, bu məstər tərkibi götürülmür. Elə yanlış cavab C-dədir. Daha doğrusu, yəni istənilən cavab C-dədir. Hamının məqsədi işə qəbul olmaqdır. İşə qəbul olmaqdır. Nə hamının məqsədi? İşə qəbul olmaq burada da məstər tərkibindən ifadə olunub. Uşağı istəyi kitabçanı atasına göndərməkdir. Uşağın istəyi olar. Uşağın istəyi kitabçasını atasına göstərməkdir. Nə? Uşağın istəyi nədir? Kitabçanı atasına göstərməkdir. Burada da məstər tərkibidir. Məstər tərkibi olmayan, yəni frazoloji birləşmə olduğu üçün C variantında olur. Sual 13. Hansı söz və ya ifadə cümlənin xəbəri olarsa mübtədə işlənə bilməz? Mübtədə o zaman işlənmirdi ki, bu növ feil, yəni şəxsiz növdə olsun. Zəhləm gedir. Məsələn, gəlin mübtədə görə bərpa edə bilərikmi? Zəhləm gedir. Deyirik kimdən, yaxud da nədən? Deyə bilmirik ki, mən zəhləm gedir, sən zəhləm gedir, uşaq zəhləm gedir. Görürsünüz, mübtədə bərpa edə bilmirik. Və zəhləm gedir, düzdür, şəxsiz növdə deyil. Şəxsi növ feil deyil, lakin yenə də mübtədəsini bərpa etmək olmur. Ona görə bir-birdir. Xoşum gəlir. Burada da mənim xoşum gəlir deyə bilərik. Bu zamanda mənim mübtədə kimi bərpa olunmur. Orada birlikdə tərkib kimi, yəni mənim xoşum gəlir, birlikdə təhlil olunacaqdır. Xoşum gəlir, nə deyə sual çıxara bilmədiyim üçün mübtədə bərpa edə bilmirik. Xoşuma gəlir, uşaq xoşuma gəlir. Burada mübtədə bərpa edə bilərik. Oxunuldu, məktub oxunuldu, kitab oxunuldu, mübtədə bərpa edə bilirik. Təsadüf edildi, şəxsiz növdür. Hadisəyə təsadüf edildi, qonağa təsadüf edildi və yaxud da kitaba təsadüf edildi. Bu zaman artıq təsadüf edildi, şəxsiz növdür və mübtədə bərpa etmək mümkün deyil. Ona görə 1-2-5 olur E variantında. Sual 14. Hansı cümlədə xəbər səhv göstərilibdir? İmtahanı az qalmış oxumağa başladım. Oxumağa başladım birlikdə mürəkkəb feildir və parçalamadan birlikdə təhlil olunmalıdır. Burada yanlış göstərilibdir. Bu kitabların hamısı qrammatikaya dairdir. Burada aid, dair, məxsus, dair qoşmadır və birlikdə təhlil olunubdur. Qrammatikaya dairdir. Bu doğrudur. Məqsədimiz hazırlaşanlara hər kəsə dəstək olmaqdır. Məstər markla, yəni xəbər marklı məstərlə ifadə olunubdur. Mübtədəni tapırıq. Məqsədimiz mübtədədir. Hazırlaşanlara hər kəsə dəstək olmaq, hamısı birlikdə xəbər olmalıydı. Burada da yanlış göstərilib. Hələ də biz o kitabdan işləmək istəyirik. Birlikdə xəbər gedir və burada da doğru qeyd olunub. Yanlışı soruşduğu üçün 1-3, yəni olur E variantında. İstəmək müstəqil mənada, yəni işlənirsə, məsələn, mən kitab istəyirəm, mən top istəyirəm. Bu zaman ayrılıqda müstəqil götürülür. Lakin oxumaq istəyirəm, bu zaman birlikdə bir xəbər kimi, yəni birlikdə xəbər götürülür. 15. Hər tərəf qaranlığa bürünmüşdü cümləsinin təhlilinə aid olmayan fikri müəyyən edin. Bürünmüşdü, nəyə bürünmüşdü? Qaranlığa. Hara? Hər tərəf. Xəbərin ifadə vasitəsi qorxucu düzəltmədir. Bürünmüşdü. Bürün. Bəli, bu doğru fikirdir. Xəbər nəqli keçmiş zamandadır. Mış nəqli keçmiş zamandır. D da burada hissəcikdir. Doğrudur. Mübtədə isim birləşmə ilə ifadə olunubdur. Hər tərəf isim birləşmədir. Birinci növdür. Doğrudur. Mübtədə yer zərfi ilə ifadə olunubdur. Yanlışdır. Yer zərfi yox, isim birləşmə ilə ifadə olunub. Xəbər feilin qayıdış növündə işlənib. Bəli, bürünmək qayıdış növdədir. Bu da doğrudur. Yanlış olan oldu D variantında. 16. Xəbərlərdən biri indiki zamandadır. Buna sual verməklə rahat şəkildə tapa bilərsiniz. Yaralını yolun digər üzünə keçirdi. Nə etdi? Sualı veririk. Nə etdi? Qrammatik şəkil içi sualın içinə daxil ola bilir. Leksik isə əsasən sualın içinə daxil olmur. Etdi. Bura daxil olan D-dir. Deməli, D qrammatikdir. Ondan öncəki isə leksik şəkilçidir və buradakı D
Zaman şəkilsi keçmiş zaman şəkilsidir. Ceyhun atları tövlədən qaçırdı. Nə etdi? Nə etdi? Yenə nə etdi sualı veririk. D burada qrammatikdir, ır isə leksikdir. Güclü sel binanı uçurdu. Yenə nə etdi sualı verilir və burada da D qrammatikdir, zaman şəkilsidir, ır isə leksikdir. Budağı əyib almaları qopardı. Nə etdi sualı veririk. Yenə də burada D zamandır. Ondan öncəki isə qop, qopar, leksikdir, keçmiş zamandadır. Artıq işlərimiz də bitirdi. Nə edirdi sualını veririk. Nə edirdi? Burada isə et sözün kökü ir və di. Hər ikisi qrammatikdir və təhlil zamanında ir də di də qrammatik götürülür. Ir qrammatik götürüldüysə üçün burada ir zamandır. Di isə di hissəcinin qısaldılmış formasıdır. Və bizdən indiki zamanı soruşduğu üçün cavab olur Y-də. Digərlərində isə ır, leksik şəkilçidir, zaman şəkilçisi deyildi. Sual 17. Baş üzvlərlə bağlı səhv fikri müəyyən edin. Baş üzv mübtədə xəbər. Cümlənin qrammatik əsas dedikdə mübtədə və xəbər nəzərdə tutulur. Bu doğrudur. Daha sonra mübtədə mürəkkəb adlarla ifadə olunsa quruluşca mürəkkəb olar. Doğrudur. Söz birləşməsi mürəkkəb adla ifadə olunursa mürəkkəb götürülür. Mübtədə vəzifəsində işlənən söz suala cavab verməyə bilər. Doğrudur. Əgər sual əvəzində ifadə olunursa suala cavab vermədən birbaşa mübtədə olur. Baş üzvü məstərlə ifadə olunsa sadə, tərkiblə ifadə olunsa mürəkkəb olar. Doğrudur. Əgər məstər tərkibidirsə, feili birləşmədirsə mürəkkəbdir. Yox, sadəcə məstərlə ifadə olunursa sadə cümlə üzvü götürülür. Yaxşı oxumağı bizi sevindirir cümləsində mübtədə quruluşu sadədir. Sevindirir kimi bizi, nə sevindirir yaxşı oxumağı? Burada söz birləşməsi ilə ifadə olunduğu üçün, yəni məstər tərkibi ilə ifadə olunduğu üçün quruluşca sadə yox, mürəkkəbdir. Yanlış olan olur E variantında. Növbəti suala baxaq. Sual 18. Məzahir şəhərə çatanda gəldik cümləsi ilə bağlı səhvi soruşur. Gəldik nə vaxt, nə zaman? Məzahir şəhərə çatanda. Xüsusi isim cümlənin mübtədəsi kimi düşünülə də bilər, düşünülməyə də bilər. Xeyr, cümlədə mübtədə biz mübtədəsi, yəni buraxılıb ixtisar olunubdur, bizi bərpa edə bilərik. Amma cümlədə mübtədə yoxdur. Məzahir də burada mübtədə kimi düşünülə bilmərik. Çünki xəbər gəldik birinci əmindədir və ona görə bizə əlavə olunmalıdır. Yaxud da ki, mən və başqa bir xəbər, yəni mən və başqa şəxsdə olan, yəni məsələn deyə bilərik ki, mən və bacım Məzahir şəhərə çatanda gəldik. Bu şəkildə ola bilər həmcins mübtədələr. Amma məzahir orada mübtədə deyil, bərpa edə bilmərik məzahiri mübtədə kimi. Bu fikir yanlışdır. Elə yanlış sorduğu üçün cavab olur A variantı. Xəbər əsasən mübtədəni bərpa etmək olar. Bəli, bizi bərpa edə bilərik. Cümlə üzvləri arasında uzlaşma əlaqəsi yoxdur. Bəli, çünki mübtədə yoxdur. Xəbər təsriflənən feillə ifadə olunubdur. Gəldik təsriflənəndir. Bir qrammatik əsas olan cümlədir. Bəli, burada xəbər istifadə olunub. Qrammatik əsas dedikdə mübtədə xəbər nəzərdə tutulur. 19. Mübtədəsi isim birləşməli ifadə olunmuş cümləni müəyyən edin. Azad olmaq istəyi bizi mübarizəyə səsləyir. Səsləyir nəyə? Mübarizəyə. Nə? Azad olmaq istəyi. Azad olmaq istəyi də isim birləşmədir. Doğru, biri götürürük. Onun yazdıqları sizə təsir etmədən ötüşməyəcək. Nə? Onun yazdıqları dıq plus mənsubiyyət burada feil sifətin şəkilçisidir. Feili birləşmədir. İsim birləşmə olmadığı üçün 2 deyil. Daha sonra Azərin tapşırıqları etməsi xoşuma gəldi. Xoşuma gəldi. Nə? Azərin tapşırıqları etməsi bu isim birləşmədir. Kitabın sonunu oxumaq ona çox təsir etdi. Təsir etdi. Nə qədər təsir etdi? Çox. Kimə? Ona. Nə? Kitabın sonunu oxumaq. Bu da feili birləşmə olduğu üçün 4 götürülmür. Cavab 1-3 D variantı. 20. Mübtədə yer zərflə ifadə olunan feili xəbərli cümləni müəyyən edin. Əvvəlcə feili xəbərə baxaq. İstəyirdilər, qalxmaq istəyirdilər. Feili xəbərdir. Görünür feili xəbər. İsti ismi xəbərdir. Sərin ismi xəbərdir. Həyəcanlanırdı feili xəbər. İndi isə baxaq mübtədə yer zərflə ifadə olunsun. Deməli, qalxmaq istəyirdi. Qalxmaq istəyirdi. Burada əslində təhlil zamanı olacaq. Deməli, qalxmaq istəyirdilər. Hara qalxmaq istəyirlər? Yuxarı. Haraya? Yuxarı. Hara sualını haraya sualını çevirə bildiyim üçün burada yuxarı zərflikdir, mübtədə deyil. Eyni zamanda istəyirdilər onlar. Yəni, üçüncü əmində olmalıdır mübtədəsi. Bir də mübtədə yoxdur. Aşağı gözəl görünür. Görünür. Necə tərzdə görünür? Gözəl. Hara? Aşağı. Burada aşağı mübtədədir və elə yer zərflə ifadə olunub. Cavabına görə B-dir. Aşağı buradan çox istidir. Bu ismi xəbərli idi. Yuxarı aşağıdan fərqli olaraq daha sərindir. Bu da ismi xəbərli idi. Yuxarı mərtəbəyə qalxanda həyəcanlanırdı. Həyəcanlanırdı. Bunun mübtədəsi kim? O olmalıdır. O da cümlədə yoxdur. Cavab oldu B. 21. Bizim aldığımız da onun da payı var idi. Cümlənin təhlilinə aid olan fikirlərin sayını tapın. Yəni doğru fikirləri tapmalıyıq. Var idi. Nə?
onun payı deməli nədə onun payı var idi? Bizim aldığımızda. Baxaq, xəbər nədir sualına cavab verir? Yanlışdır. Çünki predikativ xəbər suala cavab vermir. Bir yanlışdır. Baş üzvlər quruluşca eyni deyil. Bəli, var orada sadədir, amma onun payı isə mürəkkəbdir. Söz birləşməsinin ifadə olunub. Bu doğrudur. Xəbərin ifadə vasitəsi homonimliyi olan şəxs sonluğu qəbul edən sözdür. Homonimliyi olan sözdür. Var, biri var, var dövlət mənasında, bir də var predikativ söz xəbər. Eyni zamanda şəxs sonluğu qəbul edən sözdür fikri. Yəni homonimliyi olan düzdür, lakin şəxs sonluğu qəbul edən sözdür fikri yanlışdır. Orada şəxs sonluğu yoxdur. 3 ona görə yanlışdır. Mübtədənin ifadə vasitəsi isim birləşmədir. Bəli, isim birləşmədir, onun da payı. Yəli kallı sözlərdən biri mübtədənin ifadə vasitəsinin tərkibindədir. Onun yəli kallı olan sözdür və mübtədənin ifadə vasitəsinin tərkibindədir. Cümlə üzvləri arasında bir uzlaşma əlaqəsi mövcuddur. Mübtədə xəbər olduğu üçün bəli, orada bir uzlaşma əlaqəsi mövcuddur. Söhbət cümlə üzvləri arasından gedir. Ümumi uzlaşma əlaqəsinin sayını soruşsa 1 deyil, çoxdur. Bizdən doğruların sayını soruşduğu üçün 1, 2, 4, 5, 6, yəni 4 fikir doğrudur. Cavab olur A variantı. 22. Bizi görüb o da oxumaq istəyir. Nümunəsinə əsasən düzgün fikirləri müəyyən edin. Deməli, burada doğrudan doğruna, yanlışdan yanlışı götürməliyik. Nümunə feili birləşmə işləmi. Əvvəlcə cümləni təhlil edək. Oxumaq istəyir. Kim? O. Necə cümlə tərzdə bizi görüb. Burada bizi görüb o da oxumaq istəyir. Oxumaq istəyir. Nə üçün? Nə səbəbə? Bizi görüb, bizi gördüyü üçün. Səbəb zərfli götürmək olar bunu. Yəni zərflikdir burada cümlə üzvü. Bizi gördüyü üçün, yəni oxumaq istəyir. Nümunədə feili birləşmə işlənibdir. Bizi görüb, bəli, feili birləşmədir. Bu doğrudur. Nümunədə mübtədə işarə vəzli ilə ifadə olunub. Xeyr, işarə vəzliyi yox. O, burada şəxsi vəzlidir. Xəbər feili birləşmə ilə ifadə olunub. Oxumaq istəyir. Xeyr, feili birləşmə deyil. Bu yanlışdır. Yanlışdan yanlış. 3 doğrudan doğru. Feili birləşmə işləmişdir. Hə, doğruydu 1. Doğrudan doğru 1-dir. 4-ə baxaq. Xəbər ismi deyil, feili xəbərdir. Bəli, xəbər ismi xəbər deyil, feili xəbərdir. Bu da doğrudur. Yanlışdan yanlış 3, doğrudan doğru 1, 1, 3 olur Y variantı. 23. O meyvə yeməlidir cümləsində, o meyvə yeməlidir cümləsində əvəzlikdən sonra vergül qoysaq nə kimi dəyişiklik baş verər? Hazırki məqamda yeməlidir feili sifətdir. O meyvə yeməlidir, necədir? Yeməlidir. Ondan sonra vergül qoysaq, o meyvə yeməlidir. Yeməlidir. Kim o? Artıq burada vacib şəklində olan feil olacaqdır. Əvəzlik yalnız şəxs əvəzliyi və mübtədə kimi düşünürlər. Bəli, artıq vergül qoyulursa şəxs əvəzliyi olur və mübtədə funksiyasına çıxış etmiş olur. Əvəzlik həm şəxs, həm işarə, xeyr, işarə əvəzliyi olanda ondan sonra vergül olmazdı. Xəbər yalnız təsriflənən feil kimi işlənir. Bəli, artıq təsriflənən feil olur, vacib şəklində olur. Xəbər həm təsriflənən, həm təsriflənməyən, xeyr. Vergül varsa təsriflənməyən, təsriflənən, vergül yoxsa təsriflənməyən olur. 1-3, yəni A variantı olur. Sual 24-də baxırıq. Verilənləri düzgün uyğunlaşdırın. Mübtədə sifətlə ifadə olunub, mübtədə işarə əvəzli ilə ifadə olunubdur. Biz məsələni deyəndə kənddəkilər narazılıq etdilər. Narazılıq etdilər. Kim? Kəndlilər. Burada mübtədə sifətlə ifadə olunub. Biri ona görə yazırıq A-nı. Daha sonra ya o bura gələcək, gələcək kim o, ya da bu iş olmayacaq. Olmayacaq, yəni baş verməyəcək nə iş. Burada nə mübtədə isimlə ifadə olunubdur, nə də işarə əvəzi ilə. Çünki o burada şəxs əvəzidir. B-ni heç birinə götürmürük. Yəni B heç birinə götürülmədiyi üçün cavablardan silirik. Bunlar mənə keçən dəfədən qaranlıq qalıb. Nə? Bunlar. Burada da bu işarə əvəzlidir. 2-yə yazırıq C-ni. Bizim qocalarımız gənclərə örnəkdir. Gənclərə örnək olan kimdir? Bizim qocalarımız. Bu isim birləşmənin ifadə olunubdur. Heç birinə aid deyil. 1-ə A, 2-yə C olur. C variantı. Sual 25. Eyler-Venn diaqramına əsasən müqayisə edib doğru fikirləri müəyyən edin. Sənin dediklərin bizi cəlb etmədi. Cəlb etmədi. Kimi? Bizi. Nə? Sənin dediklərin. Bizi cəlb etməyən onun dedikləridir. Onun dedikləridir. Nə? Bizi cəlb etməyən. Mübtədə feili birləşmə ilə ifadə olunubdur. Əslində burada hər ikisi feili birləşmə ilə ifadə olunduğu üçün bir ortaqdır. Yalnız birinci aid deyil. Xəbər quruluşca sadədir. Cəlb etmədi, mürəkkəb feillə ifadə olunduğu üçün, söz birləşməsi olmadığı üçün sadədir. Digər isə mürəkkəb olduğu üçün yalnız birinci haqqında doğrudur. 3. Mübtədə quruluşca mürəkkəbdir. Hər ikisində söz birləşməsi ifadə olunduğu mürəkkəbdir, ortaqdır. Baş üzvlərin ifadə vasitəsi eynidir. Sənin dediklərin söz birləşməsidir. Cəlb etmədi isə mürəkkəb feildir. İfadə vasitələri eyni deyil. İkincidə isə ifadə vasitəsi eynidir. Hər ikisi feili birləşmədir. Bu da hər ikisi haqqında ortaq olmadığı üçün 4-ü ortada yaza bilmərik. Yəni 4 ortaq fikir olmadığı üçün səhvdir.
5-ə baxırıq. Xəbər və mübtədənin ifadə vasitəsi indi bəli, hər ikisi fe'li birləşmədir. 5 doğrudur, yalnız ikinci cümlə haqqında düzdür. 6 xəbər isim birləşməli ifadə olunubdur. Xeyr, fe'li birləşmədir. Doğru olan 2, 3, 5, yəni olur B variantında. Sual 26. Hansı nümunədə baş üzv yanlış işarə edilibdir? Bizi bura qonaq gətirən dostum tələbə yoldaşımdır. Tələbə yoldaşım olan kimdir? Dostum. Burada mübtədə dostumdur. Bizi bura qonaq gətirən dostum yox. Bir də səhvlik var. Elə düşünmə ki, bunların hamısı bizə məxsusdur. Məxsus, aid, dair qoşmadır. Bizə məxsusdur, birlikdə xəbər olmalı idi. Burada da yanlışlıq var. Mən artıq bu işlərdən uzaqlaşmaq istəyirəm. Burada xəbər doğru göstərilibdir. Yeni gələn icra başçı rayonda dəyişiklik etdi. Dəyişiklik etdi kim? İcra başçı. Burada da mübtədə düz göstərilib. Yanlış olan 1-2, yəni E variantında olur. 27. Cümlədə mübtədə işlənməsə, nöqtələrin yerinə elə fikir və ya fikirlər yazın ki, istənilən halda doğru olsun. Təyin subyektə aid ola bilməz. Bu yanlışdır. Ola bilər ki, cümlədə mübtədə işlənməsin. Lakin orada deməli təyin subyektə aid ola bilməz, amma təyin subyektə aid ola bilər. Yəni subyekt varsa demək deyil ki, orada mütləq mübtədə var. Məsələn, yazıla bilər ki, kənddəki məsələn, kənddəki dostum tərəfindən yazıldı. Burada yazıldı, nə? Mübtədə buraxılıbdır, mübtədə yoxdur. Kənddəki dostum tərəfindən. Dostum subyektdir, kənddəki də təyindir. Təyin yəni subyektə aid ola bilməz fikri yanlışdır. Subyektə təyin aid ola bilər. Xəbər sintaktik əlaqədə asıl tərəf kimi işlənməz. Bəli, cümlədə mübtədə yoxdursa, deməli xəbər uzlaşma əlaqəsi, cümlə üzvləri arasında uzlaşma əlaqəsi yoxdursa, deməli xəbər asıl tərəf ola bilməz, əsas tərəf olacaqdır. Cümlənin qrammatik əsası olmaz. Xeyr, xəbər olacaq cümlədə. Mübtədə işlənməzsə, əminliklə deyə bilmərik ki, burada qrammatik əsas yoxdur. Xəbər də qrammatik əsas sayılır. Cümlədə xəbər olub, qrammatik əsas ola bilər. Xəbərə əsaslanaraq mübtədəni bərpa etmək olar. Deməli, cümlədə mübtədə işlənməzsə, əgər xəbər şəxsiz növ fe'llə ifadə olunursa, mübtədəni bərpa etmək olar. Fikri yanlışdır. İstənilən halda doğru olsun deyir, amma istənilən halda doğru olmur. Çünki şəxsiz növ fe'l olanda orada mübtədəni bərpa etmək olmur. Burada istənilən halda doğru olan cavab 2-dir. Yəni yalnız 2 olan B variantı olur. Daha sonra sual 28. Cümlələri uyğunlaşdırın. Xəbər sintaktik əlaqədə yalnız asıl tərəfdir. Yəni o deməkdir ki, burada uzlaşma əlaqə olsun, mübtədə və xəbər olsun cümlədə. Mübtədə, xəbər. Xəbər sintaktik əlaqədə yalnız əsas tərəfdir. Bu zaman isə həmin cümlədə mübtədə olmayacaqdır. İndi isə uyğunluğa baxaq. Biz evə gedərkən onu da gördük. Gördük kim biz, kimi onu. Burada həm xəbər asıl tərəfdə, həm əsas tərəfdə. Uzlaşma da var, idarə də var. Burada da həm əsas, həm asıl soruşmadığı üçün A-nı heç birinə götürə bilmərik. A olan cavablar variant ola bilməz. Düzü, artıq siz də oxumağa başlamalısınız. Oxumağa başlamalısınız. Kimsiz? Burada sadəcə mübtədə xəbərdən ibarətdir. Digərləri köməkçilik hissələridir. Və yalnız uzlaşma əlaqəsi olduğu üçün burada xəbər əsas yox, asıl tərəf olacaqdır. Ona görə 1-ə götürəcəyik. Deməli, B variantını, 1-ə B-ni. Daha sonra baxaq, Azərbaycan şəhərdən gələn Kamal dünəndən hamının dostu olmuşdu. Hamının dostu olmuşdu. Kim? Kamal. Hansı Kamal? Şəhərdən gələn, nə vaxt, nə zaman? Dünəndən. Deməli, burada Kamal, mübtədə xəbər arasında uzlaşma olacaqdır. Eyni zamanda dünən, dünəndən. Burada H şəkilçisi var. Xəbər yəni asıl tərəfdə olacaq. Həm əsas, həm əsas olduğu üçün C heç birinə aid edilmir. C də cavab ola bilməz. Azərbaycan, sənsən mənim ülviyyətim, şan şöhrətim. Sənsən mənim ülviyyətim, mənim şan şöhrətim. Burada sadəcə mübtədə xəbər var. Mənim ülviyyətim, şan şöhrətim. Ona görə də burada yalnız xəbər asıl tərəf olur. 2-yə 1-ə B yazanda eyni zamanda D-ni də yaza bilirik. Daha sonra Kamilin arzusunu eşidəndə ürəkdən sevindi. Sevindi. Nə vaxt, nə zaman? Kamilin arzusunu ürəkdən eşidəndə necə tərzi ürəkdən. Burada mübtədə olmadığı üçün xəbər yalnız əsas tərəfdə, asıl tərəf ola bilmir. 2-yə də yazırıq E-ni. Cavab olur 1-ə B-də, 2-yə Y, 1-ə B-də, 2-yə Y. Yəni olur D variantında. Daha sonra sual 29. Hansı cümlənin xəbəri düzgün göstərilməyibdir? Bütün bunlar Akifə, dostuma məxsusdur. Akifə, yəni dostuma məxsusdur. Burada xəbər doğru göstərilibdir. Daha sonra onun bu arzuları tükənmək bilmirdi. Tükənmək bilmirdi, birlikdə olmalıydı. Burada təkcə götürüldüyü üçün bilmirdi, yanlışdır.
Məqsədimiz hər kəsə daim dəstək olmaqdır. Məqsədimiz mübtədədir, hər kəsə daim olmaqdır, birlikdə xəbər olmalı idi. Yanlışdır. Bəzi insanlar bu məsələni başa düşmək istəmir. Başa düşmək istəmir xəbərdə doğru göstərilibdir. Yanlış olan 2-3 B variantı. 30. Hansı cümlədə mübtədə xəbərə əsasən bərpa oluna bilmir? Deməli, komissiya tərəfindən dünən yoxlanıldı. Yoxlanıldı. Məsələn, deyə bilərik ki, idarə mübtədəni bərpa edə bilərik. Axır ki, onun sözlərinə əhəmiyyət verildi. Nə deyə, hara deyə, kim deyə, görürsünüz, mübtədəni bərpa edə bilmirik. Həm də əhəmiyyət verildi şəxs sözünə olduğu üçün burada mübtədəni bərpa etmək mümkün deyil. Elə doğru cavab B-dədir. Bizim xəbərimiz olmadan çatdırılıb. Çatdırılıb nə? Yəni mübtədə bərpa edə bilərik. Deyəsən xeyli xoşuna gəlib. Xoşuna gəlib nə? Mübtədə bərpa edə bilərik. Ürkərək ətrafa baxındı. Baxındı haraya ətrafa, kim o deyə mübtədəni bərpa edə bilərik. Bərpa edə bilmədiyimiz şəxs sözünün feil olan, yəni xəbərlə ifadə olunan B variantında idi. Sual 31. Cümlənin xəbəri 3-cü şəxsin təkində olarsa, nöqtələrin yerinə yazıla biləcək fikirləri seçin. Uşaqların hamısı birləşməsində aid olsa, uzlaşma əlaqəsi şəxsi kəmiyyətə görə pozulmaz. Bəli, çünki hamısı təkdə olduğu üçün xəbər də təkdə olmalı idi. Bu düz. Quzular mübtədəsinə aid olsa, qrammatik norma pozular. Xeyr. Heyvanla bağlı olanda xəbər mübtədə cəmdə olanda, xəbər təkdə də olsa, cəmdə də olsa doğrudur. Norma pozuntusu sayılmır. Yarpaqlar mübtədəsinə aid olsa, norma pozulsa da uzlaşma pozulmaz. Deməli, bu məqamda norma yarpaqlar məsələn töküldü şəklində olsa, norma pozulsa da uzlaşma pozulmaz. Burada yarpaqlar töküldü, norma pozulmur. Uzlaşma pozulmaz. Uzlaşma pozulur, norma pozulmur. Burada tərsinə yazıblar, yanlışdır. Müəyyən şəxsə cümlə ola da bilər, olmaya da bilər. Bəli. Xəbər üçün şəxsin təkindədirsə, müəyyən şəxs də ola bilər. Eyni zamanda üçün şəxsin təkində olduqda şəxsi cümlə də ola bilər. Bu da doğrudur. Doğru cavab 1-4 olur D variantında. Sual 32. Xəbəri hökm bildirən deyirsə, ismi xəbərdən söhbət gedir. Hərəkət bildirən deyirsə, feili xəbərdir. Hökm bildirən cümlə xana qarı olmalıdır. Yəni, ismi xəbərlər qarı olmalıdır. Baxaq, içəri daşıt, bu feili xəbərlidir. İnkişaf etdirən anan feil sifətdir, bu ismi xəbərlidir. Qovuşdurmaqdır, məstər var, bu ismi xəbərlidir. Düşünür, feili xəbərlidir. Çıx, feili xəbərlidir. İndi isə, deməli, qara hərflə olanlarda ismi xəbər olmalıdır. Məsələn, birincidə feili xəbərdir, amma qaradır, yanlışlıq var. İkincidə ismi xəbərdir, qara ilə də doğrudur. Üçüncüdə ismi xəbərlidir, qara olmalıydı. Ağ olduğu üçün uyğunsuzluqdur, yəni şərt burada pozulub. İndi hamı özünü düşünür, ağdır, feili xəbərlidir, bu doğrudur. Elə indicə otaqdan çıx, feili xəbərlidir, ağ olmalıdır, qara olduğu üçün uyğunsuzluqdur. Yəni şərt pozulub 1-3-5 E variantında. 33. Tamamlıq müəyyən təsirli kallı isimlə ifadə olunub. Bunu nəzərə alaraq hansı sözlərin həmin cümlədə tamamlıq kimi çıxış edə biləcəyini əminliklə demək olar. Baxaq, deməli, beyni sözü burada saitə düşməyibsə, deməli, təsirli kaldadır və təsirli kalda olduğu üçün tamamlıq funksiyasında işlənə bilər. Bu doğrudur. Şəkili, şəkili. Li burada leksik şəkilci isim düzəldə bilər. Yəni, burada əminliklə deyə bilmərik ki, burada deməli, təsirli kaldadır. Eyni zamanda şəkil mənasında olduqda təsiri qəbul edəndə i düşməli idi. İ düşməyibsə, deməli, burada li leksik şəkilcidir və tamamlıq deyil. Yəni, i orada tamamlığın, yəni təsiri kalın şəkilçisi deyil. Zehni sözündə i düşübdür. Bu həm mənsubiyyət, həm təsiri kal ola biləcəyi üçün əminliklə deyə bilmərik ki, tamamlıq olar. Qoyunu sözü əgər saitini itirməyibsə, deməli, burada saitini itirməyibsə, i burada təsiri kaldır. Qoyunu təsiri kalda olduqda təsiri kallı isimdir və tamamlıq kimi çıxış edə bilər. Eyni zamanda qoyun heyvan mənasında ola bilər ki, bu zamanda deməli, I burada təsiri kal şəkilçili söz olacaqdır ki, bu məqamda da cümlədə tamamlıq ola bilər. Bir dəqiqə. Yəni, burada da həm heyvan qoyun, həm də insanın qoyunu qucağı mənasında I təsiri kal şəkilçisi olur və o da cümlədə tamamlıq kimi işlənə bilər. Bu da doğrudur. Burunu burada U düşməyib. Əminliklə deyə bilirik ki, I burada təsiri kal şəkilçisidir və burada da tamamlıq funksiyasına çıxış edə bilər.
Dini burada i leksik şəkilçi kimi də düşünmək olar ki, bu zamanda tamamlıq kimi işlənməyini dəqiq deyə bilmərik. Doğru cavab 1, 4, 5 olur. E variantı. Sual 34. Verilən məlumatların aid olduğu xəyali cümlə haqqında hansı fikirləri əməliyyətlə demək olar? Cümlədə müxtəlif cümlə üzvlərindən yalnız ikisi var. Yalnız iki cümlə üzvü var. Cümlə üzvləri arasında tabi-isi iş əlaqəsi var. Yəni həmcinslik olacaq burada. Cümlə üzvləri arasında deyirsə, cümlədə cümlə üzvləri arasında uzlaşma əlaqəsi var. Deməli, mütləq mübtədə xəbər var. Uzlaşma əlaqəsi var. Baş üzvlər ibarətdir. Cümlə baş üzvlərdən ibarətdir. Bəli, çünki mübtədə xəbərdən ibarət olur ki, burada uzlaşma olsun. Və yalnız iki cümlə üzvü deyirsə, deməli, biri mübtədə, bir xəbərdir. Müxtəlifdən söhbət gedir. Eyni cümlə üzvündən ən azı 2 dəfə istifadə olunub. Bəli, 2 mübtədə və yaxud da 2 xəbər var ki, orada tabi-isi iş əlaqəsi olsun. Cümlədə isim birləşmə işlənib. Əminliklə deyə bilmərik, isim birləşmə və ya fe'li birləşmə ola bilər. Yaxud da heç bir olmaya bilər. Cümlədə təsiri kalı söz mövcud deyil. Təsiri kalı söz mövcud deyil deyə bilmərik. Ola bilər ki, mübtədə fe'li birləşmə ilə ifadə olunubdur və onun tərkibində təsiri kalı söz var. 4 də əminliklə deyə bilmərik. Cavab 1-2 olur A variantında. Sual 35-ə baxaq. Sintaktik təhlil sxemi mübtədə təyin xəbər şəklində olan sadə cümlənin xəbəri hansı sözlərlə ifadə oluna bilməz? Xəbər əgər mənimdir olsa, mənimdir. Məsələn, deyək ki, kitab mənimdir. Mübtədə olar, xəbər olar. Kitab sarı mənimdir deyə bilmirik. Yəni, orada mənimdirdən əvvəl təyin deyə bilmədiyimiz üçün bir, həmin sxemə görə, yəni xəbər ola bilməz. Həmin cümlənin xəbər ola bilməz. Baxılmışdır, məchul yox, şəxsiz növdədir. Şəxsiz növdədirsə, deməli, burada mübtədə ola bilməz və sadə cümləsi təbii ki 2-dir. İdmançıdır, o güclü idmançıdır. Burada o mübtədə, güclü təyin, idmançıdır xəbər olur. Yəni, bu sxemə uyğun gələ bilər. Görməkdir, məstərdir. Məstərdirsə, onun önündə biz məstərlə ifadə olunan xəbəri, yəni xəbər məstərdirsə, sadəcə mübtədəni götürüb, ondan sonra hamısını birlikdə xəbər götürürük. Yəni, məstərin önündə təyin işlədə bilmərik. Ona görə bu sxemi pozar, yəni uyğun gəlməz. Sıradadır, o 5-ci sıradadır. O mübtədə 5-ci təyin sıradadır xəbər. Bu da həmin sxemə uyğun gəlir. Uyğun gələ bilməyən, yəni alınmayanlar olur 1, 2, 4-də. Yəni, D variantında. Sual 35. Tələffüzündən, işlənmə yerindən asılı olaraq qrammatik məna cəhətdən fərqlənsə. Qrammatik məna, yəni nitqçəsi fərqlənsə də, cümlə üzvü baxımından sabit qalan sözləri müəyyən edin. Elektrik vurğusuna görə mənası dəyişir, lakin nitqçəsi dəyişmədiyi üçün qrammatik məna cəhətdən fərqlənmir. Burada isə fərqlənsə deyir, biri götürmürük. Şaxtada vurğusu dəyişməklə mənası dəyişsə də, lakin qrammatik mənası dəyişmir. Hər iki mənada isim olduğu üçün bunda qrammatik mənası dəyişmir. Qurutdur. Qurut həm isim, həm də qurutdurmaq fe'l kimi ola bilir. Qrammatik mənası dəyişir. Fe'l olduqda qurutdurmaq orada tələffüzdə r düşmür, amma isim olduqda r tələffüzə düşür. Yəni, tələffüzündən işlənmə yerinə asılı olaraq qrammatik mənası qrammatik cəhətdən fərqlənir. İsim və fe'l ola bilir. Cümlə üzvü baxımından lakin sabitdir. İstənilən məqamda xəbər olur. Yəni, biri 3-dür. Yatırlar, yatırlar, yatırlar. Yatırlarsa qrammatik cəhətdən fərqlənmir. Yalnız fe'l kimi düşünür. Başqa nitqçəsi ola bilmədiyi üçün 4-ü götürmürük. Yaradır. Mənim sözüm yaradır. Yəni, sevgiliyə yaradır. Bu mənada isim olur. Yaxud da ki, yaradır. Nədir? Yaradır. Bir də yaradır. Nə edir? Yaradır. Fe'l kimi də düşünmək olar. Yəni, fe'l kimi düşünsək, yaradır. Nə edir? Tələffüzdə r düşməyəcək. Amma bu, mənim əlimdəki yaradır. Yəni, əlimdə olan yara mənasındadır orada. Şəxs onluğu olduqda r tələffüzdə düşəcəkdir. Yəni, bu məqamda tələffüzündən, işlənmə yerindən asılı olaraq qrammatik mənası dəyişir. Həm isim, həm də fe'l ola bilər. Eyni zamanda cümlə üzvü cəhətdən sabit istənilən məqamda xəbər olacaqdır. Ona görə də cavab olur 3-5, yəni B variantı. Sual 37. Rəhim xandan gətirdiyimiz sursat bizi neçə gün görər cümləsinin təhlilinə aid olan fikirləri müəyyən edin. Əvvəlcə cümləni təhlil edək. Nə edər, görər, nə qədər, neçə gün, kimi, bizi, nə, sursat. Hansı sursat? Rəhim xandan gətirdiyimiz. Mürəkkəb adı işlənsə də, Rəhim xan mürəkkəb adıdır. Mübtədənin ifadə vasitəsi kimi çıxış etmir. Bəli, fe'li sifətin asıl tərəfi, yəni rolunda çıxış edib cümlədə təyin olur. 1 doğrudur. Xəbər birini sözdən ibarətdir. Bəli, görər. Çatmaq mənasını ifadə edən fe'l ifadə olunub. Yəni, bizi neçə gün görər, bizə neçə gün çatar. Bu mənada düzdür. Baş üzvlərdən biri sintaktik əlaqədə müxtəlif tərəflərin ifadə vasitəsidir. Burada sursat görər, mübtədə xəbər arasında uzlaşmadır. Rəhim xandan gətirdiyimiz sursat
Burada da yenə yanaşma əlaqəsinə görə sintaktik əlaqədədir. 3 də doğrudur. Xəbərə aid olan zərflik zərflə ifadə olunubdur. Xəbərə aid olan zərflik. Neçə gün burada zərf deyil, neçə sual əvəzi idi, gün isimdir. Yəni zərflik zərflə ifadə olunub fikri yanlışdır. Fe'li sifət təyin rolundadır. Fe'li sifət yox, fe'li sifət tərkibi təyin rolundadır. Bu yanlışdır. 1, 2, 3, yəni C variantındadır. Sual 38. Xəbərin ifadə vasitəsi eyni olan cümlələrlə bağlı ortaq fikri müəyyən edin. Sənin nəvələrin burada ancaq hörmət görüb. Hörmət görüb. Burada deməli nə edib? Görüb. Nə görüb? Hörməti görüb. Dəqiqə, hörmət görmək. Aha, deməli hörmət görüb. Kim? Sənin nəvələrin harada? Burada. Digər isə onun dərdi gələnlərin kəndə getməsi idi. Gələnlərin getməsi idi. Nə? Onun dərdi. Orada əziyyət çəkənlər ömründə isti soyuq görməyənlərdir. Ömründə isti soyuq görməyənlərdir. Kim? Orada əziyyət çəkənlər. Bu belə kitabların hamısı əsasən kəndin kitabxanasında idi. Kəndin kitabxanasında idi. Nə? Kitabların hamısı. Baxaq, xəbəri frazoloji birləşmə ilə ifadə olunub, hərəkət bildirir. Əvvəlcə xəbərin ifadə vasitələri eyni olana baxaq. Hörmət görmək, ömründə isti soyuq görməyənlər, kəndə getməsi, kəndin kitabxanası. Gələnlərin kəndə getməsi ismi xəbərdir. 3-cü nöqtəyin söz birləşməsidir, daha doğrusu. Kəndin kitabxanası, bu da 3-cü nöqtəyin söz birləşməsidir. Yəni hər ikisində, hər iki cümlədə xəbər ifadə olunubdur. 3-cü nöqtəyin söz birləşməsində bunların xəbərləri bir-birindən eynidir. Xəbərlərin ifadə vasitəsi eyni olanların ortaq fikrini tapmalıyıq. Xəbər frazoloji birləşmə ilə ifadə olunub, hərəkət bildirir. Xeyr, 3-cü nöqtəyin söz birləşməsidir və frazoloji birləşmə deyil. Mübtədə və xəbərin ifadə vasitəsi bir-birindən fərqlənmir. Kəndin kitabxanası, kitabların hamısı, bəli, hər ikisi 3-cü növdür. Gələnlərin getməsi, onun dərdi, bəli, hər ikisi isim birləşməni ifadə olunub. Doğru cavab B-dir. Məstər tərkibi işlənməyən bu cümlənin xəbəri hökm bildirmir. Məstər tərkibi işlənməyən bu cümlədə xəbər hökm bildirmir. Yanlışdır, hökm bildirir, çünki ismi xəbərdir. Yer zərfi işlənmiş bu cümlədə hal şəkilçili isim mövcuddur. Yer zərfi işlənmiş, kitabların hamısı əsasən kəndin kitabxanasıdır. Xeyr, yer zərfi işlənməyibdir. Niyyəti ali məktəbə qəbul olmaqdır cümləsinin xəbərin ifadə vasitəsilə ortaq xəbəri var. Ali məktəbə daxil olmaqdır, nə niyyəti. Burada xəbər fe'li birləşməni ifadə olunub, lakin ortaq götürdüyümüz cümlələrdə isə xəbər 3-cü nöqtəyin söz birləşməsilə, yəni isim birləşməli ifadə olunub, fe'li xəbərlə yox. Ona görə də doğru cavab olur B variantı. Sual 39. Baş üzvlərlə bağlı verilmiş fikirlərdən hansılar uyğunsuzluq yaradıb? Yəni doğrudan yanlış, yanlışdan doğrunu götürməliyik. Homonim olan qoşma gəlik halı sözlə birlikdə ifadə vasitəsi ola bilər. Bəli, homonim olan qoşma kimi, məsələn, mənim arzularım onun kimidir, onunki kimidir. Burada birlikdə qoşulub cümlədə, yəni gəlik hallı sözlə birlikdə ifadə vasitəsi ola bilər. Bəli, gəlik hallı söz, məsələn, onun kimidir. Burada onun gəlik hallı sözdür. Kimi qoşması qoşulub cümlədə xəbər ola bilər. Yəni xəbərin ifadə vasitəsi ola bilər. Bu doğru fikirdir. Fe'li sifətlə ifadə olunarkən, quruluşu frazoloji birləşmə ilə ifadə olunarkən olan quruluş reyində, bəli, hər ikisi sadə hesab olunur. Yalancılar birincilərdir cümləsində hər ikisi quruluşca düzəltmədir. Quruluşca düzəltmə olan cümlə üzvü yoxdur. Ya sadə, ya mürəkkəb olur. Xəbər frazoloji birləşmə ilə ifadə olunduqda həm ismi, həm fe'li ola bilər. Bəli. Əgər orada frazoloji birləşmə əgər zaman şəkilçisi qəbul edərsə, təsriflənən fe'l olarsa, ifadə olunarsa, bu zaman fe'li xəbər, məstər və ya fe'l sifətlə ifadə olunarsa, o zaman ismi xəbər sayılacaq. Bu fikir doğrudur. Mübtədənin ifadə vasitəsi hər tərəf nümunəsi olarsa, cümlədə təyin əvəzlik işləndiyi əmrlik demək olar. Xeyr, burada hər tərəf, daha doğrusu hər tərəf birinci növ təyin söz birləşməsidir. Zərf deyil, bəli, burada hər təyin əvəzlik olduğunu əminliklə demək olar. Bu da doğrudur. İndi isə yanlışdan doğrunun, doğrudan yanlışa baxmalıyıq. Doğruda yanlış yoxdur. Yanlışda doğru isə 4 ilə 5-dir. Cavab olur 4, 5, yəni A variantında. Sual 40.
Deməli, cümlələrlə bağlı uyğun fikirləri müəyyən edin. Bağışlamağı bacarmayan insanların ən pisidir. İnsanların ən pisidir kim bağışlamağı bacarmayan. Ətrafdakı mühitin çirklənməsi bəşəriyyət üçün təhlükədir. Təhlükədir. Nə mühitin çirklənməsi, hansı mühitin ətrafdakı? Nə üçün? Bəşəriyyət üçün. Zakirin dayandığı yer buradan görünürdü. Görünürdü hara? Yer. Hansı yer? Zakirin dayandığı haradan? Buradan. İndi isə baxaq, mübtədi fe'li birləşmə ilə ifadə olunmayıbdır. Birinci cümlədə fe'li birləşmə ifadə olunubdur. Bağışlamağı bacarmayan, lakin ikincidə isim birləşmə, üçüncü cümlədə isə isimlə ifadə olunub. Belə ki, yalnız deməli bu fikir, yəni A'dakı olan fikir yalnız ikisinə aid olan doğru fikirdir. Ona görə 3-ə yazırıq A-nı. Daha sonra xəbərin hökm bildirdiyi bu cümlənin mübtədəsi isim birləşmə ilə ifadə olunubdur. Hökm bildirən ismi xəbər nəzərdə tutulur və burada yalnız ikinci cümlədə mübtədə isim birləşmənin ifadə olundu. Digərlərində isim birləşmənin ifadə olmadığı üçün bu da yalnız birinə aid olan doğru fikirdir. Belə ki, B-ni yazırıq ikinciyə. Daha sonra, yəni yalnız birinə aid doğru fikirdir. C-də mübtədənin ifadə vasitəsi homonim olmayan isimdir. Birincidə, ikincidə söz birləşməsi, üçüncüdə isə isimdir. Yer və onun da homonimliyi yoxdur. Bu da yalnız biri haqqında doğru fikir olduğu üçün 2-yə yazırıq C-ni. Daha sonra D-də xəbərin mürəkkəb sözlə ifadə olunmadığı bu cümlədə məsdər tərkibi mübtədənin ifadə vasitəsidir. Xəbərin mürəkkəb sözlə ifadə olunmadığı, görünürdü mürəkkəb söz deyil, təhlükədir mürəkkəb söz deyil, insanlar ləmsidir. Burada mürəkkəb söz yox, bu söz birləşməsidir. Yəni, heç birində mürəkkəb sözlə ifadə olunmayıbdır. Lakin cümlədə məsdər tərkibi mübtədənin ifadə vasitəsidir fikri yanlışdır. Yəni, hər üç haqqında ona görə yanlışdır ki, burada heç birində məsdər tərkibi ilə ifadə olunmayıbdır. Mühitin çirklənməsi isim birləşmədir, bağışlamağı bacarmayan fe'l sifət tərkibi, yer isə isimdir. Bu, heç birinə aid olmayan fikir olduğu üçün 1-ə yazırıq D-ni. Daha sonra E-yə baxaq. Fe'li sifət tərkibi işlənmiş bu cümləni. Fe'l sifət tərkibi deməli, birinci və üçüncü cümlədə işlənibdir. Daha sonra isə işlənmədiyi bu cümləni əmr cümləsinə çevirmək mümkün deyil. Bəli, birinci və üçüncü cümlədə görünürdü. Orada ır-zaman şəkilçisi olduğu üçün biz onu yalnız nəqli cümlə və ya digər cümlənin məna növündə, yəni zakirin dayandığı yer buradan görünürdü, sual cümləsinə çevirə bilərik, əmr cümləsinə çevirə bilmirik. Eləcə də birinci cümlə ən pisidir, insanların ən pisidir, ismi xəbərli olduğu üçün onu da əmr cümləsinə çevirmək mümkün deyil. Bu da ikisi haqqında doğru fikir olduğu üçün 3-ə yazırıq eyni. Doğru cavab olur 1-ə D, 2-yə deməli 2-yə B, C, 3-ə A-Y, yəni C variantında. Sual 41. Cümlələr əsasında uyğun fikirləri müəyyən edin. Zakir, qısası xeyir, yəqin ki, aydın, mümkündür. Deməli, doğrudan doğruna, yanlışdan yanlışı götürməliyik. Belə ki, birinciyə baxaq. Bir cümlə üzvü adlı qaldı olan sözlə ifadə olunubdur. Zakir xitabdır, qısası burada ara sözdür, xeyir də ədatdır. Burada ümumiyyətlə cümlə üzvü yoxdur. Heç bir cümlə üzvü olmadığı üçün bu fikir yanlış fikirdir. Doğrudan yanlış olduğu üçün biri götürmürük. Daha sonra 2-yə baxırıq. Suala cavab verən cümlə üzvü var. İkinci cümlədə isə mümkündür, aydın xitabdır. Yəqin ki isə burada modal sözdür, yəni ara söz kimi götürülür. Yəqin ki deyəsən. Burada yəni yəqin ki və aydın xitab olduğu üçün, yəqin ki də köməkçi qısası olduğu üçün suala cavab vermir. Yəni, ona görə mümkün də predikativ sözdür və o da suala cavab verə bilmir. Suala cavab verməyən cümlə üzvü, suala cavab verən cümlə üzvü yoxdur fikri doğrudur. Doğrudan doğru kimi götürürük. Daha sonra isə yanlışa baxaq. 3 və 4 birinci cümlə haqqında yanlış fikirlərdir. Qrammatik əsası yoxdur. Bəli, qrammatik əsas mübtədə xəbərdir ki, yoxdur. Yanlışdan 3 deməli, doğrudur əslində götürmürük 3-ü, çünki doğru fikirdir. Yanlışdan yanlış axtarmalıyıq. Sintaktik təhlil mübtədə xəbər sxeminə uyğundur, yanlışdır. Burada cümlə üzvü yoxdur. 4 yanlışdan yanlışdır götürülür. 5 isə ikinci cümlə haqqındadır. Xəbər mübtədə ilə şəxsi kəmiyyətə görə uzlaşır. Burada mübtədə yoxdur. Ona görə də xəbər mübtədə ilə şəxsi kəmiyyətə görə uzlaşır fikri yanlışdır. Cavabın biri də olur 5. Yəni 2, 4, 5 D variantında. Daha sonra sual 42. Xəbəri ifadə vasitəsinə görə digərlərindən fərqlənən cümləni müəyyən edin. Onun əsas məqsədi sənin işlərini həll etməkdir. Sənin işlərini həll etməkdir. Nə? Onun əsas məqsədi. Burada xəbər deməli məsdər tərkibi ilə ifadə olunubdur. Müəllimin arzusu şagirdlərini tələbə görməkdir. Müəllimin arzusu mübtədə, şagirdlərini tələbə görməkdir. Yenə məsdər tərkibi var. Rəisin əmri vətən üçün ayağa qalxmaq idi. Rəisin əmri mübtədə, vətən üçün ayağa qalxmaq isə məsdər tərkibidir. İşçilərin vəzifə borcu tapşırığın edilməsidir. Tapşırığın edilməsidir. Nə? İşçilərin vəzifə borcu. Burada isə məsdər tərkibi yox, tapşırığın edilməsi, yerinə edilməsi mənasındadır.
tapşırığın edilməsi, üçüncü nöqtənin söz birləşməsi, yəni isim birləşmə ilə ifadə olunubdur. E-də isə Ləmanın istəyi şəhərdə ev tapmaq idi. Ləmanın istəyi mübtədə, şəhərdə ev tapmaq isə məsdər tərkibidir. Gördüyümüz kimi yalnız D variantında məsdər isim birləşmənin ifadə olunub. Digərlərində isə feili birləşmənin ifadə olunduğu üçün fərqlinin cavab olur D variantında. Sual 43. Qonaqlar hansı məqaləni yazıb cümləsində, ilk sözə ın şəkilçisi artırılsa, nöqtələrin yerinə yazıla biləcək daha dəqiq fikri müəyyən edin. Qonaqlar hansı məqaləni yazıb, ını əlavə edəcək. Qonaqların hansı məqaləni yazıb. Sözlərdən birinin aid olduğu hal dəqiqləşər. Nə edib yazıb, nəyi məqaləni, qonaqların hansı məqaləni yazıb. Burada ın mənsubiyyət şəkilçisi kim ola bilər? Qonaqların hansı məqaləni yazıb, yəni sənin qonaqların. Yəni burada ını bərpa etməklə həm ın yəlikar şəkilçisi kim ola bilər, həm də mənsubiyyət şəkilçisi ola bilər. Qonaqların hansı məqaləni yazıb, sənin qonaqların, bir də qonaqların hansısı mənasında, yəni qonaqların hansı məqaləni yazıb, bu kimi düşünmək olur. Ona görə sözlərdən birinin aid olduğu halı dəqiqləşər. Xeyr, burada qonaqların yəlik də ola bilər, adlıqda, yəni mənsubiyyət şəkilçisi də ola bilər, bu deyil. B. Sual əvəzliyi mübtədənin ifadə vasitəsi olacaqdır. Sual əvəzliyi yox, qonaqların hansı söz birləşməsi şəklində ola bilər. Orada da sual əvəzliyi yox, isim birləşmənin ifadə oluna bilər. Yaxud da ki, məqaləni yazıb kim qonaqların, bu zamanda isimlə ifadə oluna bilər. Yəni, bu da dəqiq fikir deyil. Mübtədənin ifadə vasitəsi isim birləşmə olacaqdır. Burada mənsubiyyət şəkilçisi söz kimi götürsək, isimlə yəlik hal şəkilçili söz kimi götürsək, mübtədənin ifadə vasitəsi isim birləşmə olacaq. Bu da yəni iki cür düşünülə bilir. Dəqiqliklə deyə bilmirik ki, mübtədə isim birləşmədir. Cümlə üzvlərinin sayı müxtəlif cür düşünüləcəkdir. Bəli, bu doğrudur. Çünki nə edib yazıb, nəyi, məqaləni, kim, qonaqların, hansı burada təyin ola bilər. Qonaqların da mübtədə. Lakin qonaqların hansı burada söz birləşməsi kimi düşünsəksə, yazıb kim, qonaqların hansı, məqaləndə olur tamamlıq. Yəni cümlə üzvünün müxtəlif cür təhlilini müxtəlif cür düşünmək olar. Sintaktik təhlil ona görə doğru cavab deyildi. İlk söz yalnız yəlik halda olan isim kimi düşünüləcək. Xeyr, həm yəlik, həm də mənsubiyyət kimi düşünmək olur. Daha sonra 44. İnsan uçuracaq daş zindanları nümunəsi ilə bağlı verilən fikirlərdən hansı doğrudur? Mübtədə və xəbərin quruluşca bir-birindən fərqlənir. Baxaq, nə edəcək, uçuracaq, kim, insan, nəyi, zindanları, hansı zindanları, daş zindanları. Mübtədə və xəbərin quruluşu bir-birindən fərqlənir. Xeyr, hər ikisi sadədir. Uçuracaq və insan sadə olduğu üçün A deyil. Xəbərin ifadə vasitəsi homonimliyi olan feildir. Uçurmaq, bəli, quşun uçmağı, bir də ki, evin uçmağı, dağılmağı. Xəbərin ifadə vasitəsi homonimliyi olan feildir. Elə cavab B-dir. Xəbər sintaktik əlaqədə yalnız əsas tərəf kimi çıxış edir. Deməli, burada zindanları uçuracaq. İdarə əlaqəsinə görə əsas olacaq. Mübtədə xəbər arasındakı əlaqə uzlaşmaya görə isə asılı olacaqdır. Yalnız əsas tərəf kimi olur, yanlışdır. Adlıq halda olan sözlər xəbərlə sintaktik əlaqədədir. İnsan uçuracaq, amma daş adlıq halda olsa da xəbərlə əlaqələnmir. Daş zindanları yanaşma əlaqəsindən, yəni tamamlıqla sintaktik əlaqədə olur. Daş uçuracaq deyə bilmirik, yanlışdır. Təsirlik halda olan sözlə adlıq halda olan sözlər arasında heç bir sintaktik əlaqə yoxdur, yanlışdır, yanaşma əlaqəsi var. Doğru cavab B-dir. Sual 45. Hansı cümlədə kökü feillə homonim olan sifət baş üzvlərdən birinin ifadə vasitəsidir? Baxaq. Belə insanlar heç vaxt islah olmayan azğınlardır. Azğınlardır. Kim? İnsanlar. Burada insanlar mübtədədir və insan isimdir, yəni kökü isimdir. Bu da feillə homonim deyil. Azğınlardan sözündə isə kökü azmaq sözün kökü elə feildir. Yəni burada kökü feillə homonim olan yox, elə sözün kökü azmaq feil olduğu üçün bu olmur. Kökü sayla homonim ola bilən feil idi bu. Kökü feillə homonim ola bilən sifət yox. Burada sözün kökü çünki az ilə feildir. Biz sözün kökünü feil yox, fərqli nitq səsi axtaracağıq. Daha sonra azalan gəlirin səbəbini siz bizə açıqlayacaqsınız. Açıqlayacaqsınız kim? Siz. Mübtədə sizdir, bunun homonimliyi yoxdur. Açıqlayacaqsınız sözündə sözün kökü açdır. Bunda homonimliyi, deməli, cümlədə kökü feillə homonim olan sifətdir. Açıqlamaq eyni zamanda feildir. Aç da burada homonimliyə malik deyil. Deyəsən, onun da hərəkətləri sizin kimi anidir. Necədir? Anidir. Nə? Onun hərəkətləri. Burada xəbər anidir, ifadə olunubdur. Sözün kökü andır, an, ani. Deməli, an isimdir. Sözün kökü feillə homonimdir. Eyni zamanda anidir, sifətdir. Elə doğru cavab C variantı olur. Yəni, ani sözündə sözün kökü an isimdir. Eyni zamanda feillə homonimliyi var, anmaq mənasında. Ani də sifətdir, sözün özü də sifətdir. Cavab olur C. Düzgünlüyü hər yerdə başını uca eləmişdir.
Başını uca eləmişdi. Nə? Düzgünlüyü. Başını uca eləmək frazoloji birləşmədir. Düzgünlüyü sözündə isə sözün kökü düz, düzgün. Burada düz feildir. Yəni sifət olsaydı və yaxud da isim olsaydı deyərdik ki, kökü feilin homonimliyi olan sifətdir. Eyni zamanda sifət də deyil. Çünki bizdən sifət soruşurdu. Düzgünlük isimdir, sifət deyil. Sifətdən düzəlmiş isimdir. Bu günlər sanki həyat biraz sıxıcı idi. Sıxıcı idi. Nə həyat? Həyatın homonimliyi yoxdur. Sıxıcı sözün kökü sıx feildir. Burada feil, yəni sıx feili sıx sifəti ilə homonimdir. Əgər cümlədə burada həmin hissədə sıxlıq yox, deməli sıxlıq yox, çünki sıxlıq da isimdir. Əgər sifətlə ifadə olunsaydı və kökü də sifət olsaydı, sıx sifət, o zaman doğru cavab ola bilərdi. Yəni tələbi ödəyən olur. C variantı. Sual 46. Hansı cümlədən mübtədə çıxarılsa ismin təsiri halında olan söz adlıq halda da düşünülə bilər? Onlar yaxınlaşanda dostumun oğlu Cahid eyvandan bir cüt sərçə uçurdu. Nə etdi? Uçurdu. Kim? Cahid. Burada mübtədəni silsək, ismin təsiri halında olan söz adlıq halda düşünülə bilər. Deməli, onlar yaxınlaşanda dostumun oğlu eyvandan bir cüt sərçə uçurdu. Nə etdi? Uçurdu. Kim? Dostumun oğlu. Bu zaman dostumun oğlu yenə mübtədə funksiyasında çıxış edəcəkdir. Artıq təyin olmayacaqdır. Eyni zamanda sərçə də burada əvvəl də qeyri-müəyyən təsiri halda idi, indi də qeyri-müəyyən təsiri halda olacaq. Yəni qeyri-müəyyən təsiri halda olan söz adlıq hala keçmir. 2-də qonaq günəşli havada qayadan çoxlu daş qopardı. Qopardı kim? Qonaq. Mübtədəni silsək, günəşli havada qayadan çoxlu daş qopardı. Qopardı. Nə? Daş. Daş hazırki cümlədə qonaq günəşli havada qayadan çoxlu daş qopardı, daşı qopardı, təsiri haldaydı. Lakin burada mübtədəni silməklə daş orada adlıq hala çevrilib mübtədə funksiyasında olur. Tələbi ödəyən cavabın biri 2-dir. Qonşumuz il boyu bazarlarda meyvə satardı. Satardı qonşumuz. Qonşumuzu silsək, il boyu bazarlarda meyvə satardı, meyvəni satardı. Yenə də bu meyvə təsiri halda olduğu kimi qalır. Yəni adlıq hala keçmir. Otları biçmək üçün rəis sahədə onlarla işçi çıxardı. Onlarla işçi çıxardı. Burada rəis mübtədədir. Rəisi silsək, otları biçmək üçün sahəyə onlarla işçi çıxardı. Nə edərdi? Çıxardı. Kim? İşçi. Burada isə işçi adlıq hala çevrilə bilir və mübtədə funksiyasına çıxış edir. Biri də 4-dür. Daim fırtınalı günlərdə də sahil ətrafında balıq tuturdu. Daimı silsək, balıq qeyri-müəyyən təsiri haldaydı. Yenə də tuturdu. Nə? Balıq. Nəyi? Balığı. Balıq yenə də qeyri-müəyyən təsiri halda olaraq qalacaqdır. Yəni adlıq hala çevrilmir. Ona görə də mübtədəni silməklə təsiri halda olan sözün adlıq hala çevrilə biləcəkləri 2 ilə 4-dür. Yəni C variantında olur. Növbəti 47-ci suala baxırıq. Çəmən döşəyidir sevdalı yarın, ona nəğmə oxuyur səhər küləyi. Nümunənin təhlillə bağlı uyğunluğu müəyyən edin. Birinci misrada fərqləndirilən ismi birləşmə xəbərin ifadə vasitəsidir. Əslində burada təhlil belədir. Yarın çəmən döşəyidir. Hansı yarın? Sevdalı. Sevdalı təyindir. Yarın çəmən döşəyidir. Birlikdə üçüncünün təyin söz birləşməsidir. Nə edir? Oxuyur. Nəyi? Nəğməni. Kimə? Ona. Nə? Səhər küləyi. Təhlil bu şəkildədir. Tamamlıq. Kimə? Ona. Bu da ayrı-ayrı tamamlıqdır. Birinci misrada fərqləndirilən isim birləşmə xəbərin ifadə vasitəsi yanlışdır. Xəbərin ifadə vasitəsi yarın çəmən döşəyidir. Eləcə çəmən döşəyidir yox. Fikir yanlış. Burada yanlış olduğu üçün uyğunluq biri birdədir. Xəbərin ifadə vasitələrindən birinin asıl tərəfi feillə homonimdir. Xəbərin ifadə vasitəsi yarın çəmən döşəyidir. Orada yar, bəli, homonimdir. Feillə homonimdir. Yarın, yar sevgili yardır. Yarmaq feil kimi də ola bilir. Homonimdir. Bu düzdür. Burada da uyğunluq gözlənilibdir. Qeyri-müəyyənlik halda olan zərf mübtədənin ifadə vasitəsinin tərkibindədir. Səhər küləyi mübtədədir, lakin səhər orada zərf yox, isimdir. Ona görə fikir yanlışdır. Burada isə yanlış olduğu üçün uyğunluq 3-də də gözlənilibdir. Fərqləndirilən sözlərdən biri xəbərin, digəri mübtədənin ifadə vasitəsi yanlışdır. Hətta yarın çəmən küləyidir, birlikdə xəbərdir. Bura doğru yazıldığı üçün uyğunsuzluqdur. Daha sonra 5-də mənsubiyyət çəkicili isimlə ifadə olunan mübtədə mövcuddur. Mübtədə. Burada mübtədə səhər küləyidir. Mənsubiyyət çəkicili isimlə yox, ismi birləşmənin ifadə olunubdur. Səhər küləyi, səhərin küləyi. Bu da yanlışdır. Burada isə doğru yazıldığı üçün yenə uyğunsuzluqdur. Cavab olur 1, 2, 3, yəni A variantı. Daha sonra 48. Klaster əsasən doğru cavabları müəyyən edin. Verilən cümlələr C və D cümləsidir. Çünki cavabda 1-ə C, 1-ə C, 1-ə D yazıblar. C və D cümlələri əsasında uyğunluğu bərpa etməliyik. Deməli, yəqin ki, olanlar sizin üçün maraqlı deyil. Maraqlı deyil. Kim üçün? Sizin üçün. Nə olanlar?
Yeni üsulları tətbiq etdikcə məhsuldarlıq artırdı. Nə edirdi? Artırdı. Nə? Məhsuldarlığı. Nə vaxt, nə zaman? Yeni üsulları tətbiq etdikcə eyni zamanda məhsuldarlığını artırdı. Nəyi? Tamamlıq kimi də düşünmək olar. Burada məhsuldarlığı sözünü iki cür düşünürük. Həm tamamlıq, həm də mübtədə kimi. O zaman artıq xəbərin ifadə vasitəsinin quruluşu dəyişir. Belə ki, yeni üsullar tətbiq etdikcə məhsuldarlığı artırdı. Nə edirdi? Artırdı. Burada vurğu qəbul edir və keçmiş zaman, indiki zamanda olacaqdır, mübtədə olduqda. Eyni zamanda yeni üsulları tətbiq etdikcə məhsuldarlığını artırdı. Nə etdi olanda leksik şəkilçi olur, vurğu sonda olur və keçmiş zamanda olur. Tamamlıq olanda orada məhsuldarlığı sözü. İndi isə baxaq cümlənin təhlilinə. Deməli, birincidə qeyd olunub ki, baxaq, cümlədə mübtədənin işlənib işlənmədiyini əminliklə demək olmur. Bəli, elə bu D haqqındadır. 1-ə C, 1-ə D yazaq. Daha sonra isə 2-də uyğunluğu tamamlayaq. Bu ikinci cümlə. 1-ə D yazanda 2-yə A yaza bilirik. Çünki orada A, yəni məhsuldarlığı həm tamamlıq, həm də mübtədə ola bilər. Əminliklə deyə bilmirik. Birincidə isə əminliklə deyirik ki, olanlar mübtədədir. B-yə baxaq. Deyil ilə işləndiyi üçün xəbər ismi xəbər deyil. Maraqlı deyil ismi xəbərdir. İkinci cümlədə isə deyil yoxdur. Ümumiyyətlə, deyil onun ismi və feili xəbər olmağına, eyni zamanda idimişli ismi və feili xəbər olmasına təsir etmir. Bu fikir ümumiyyətlə yanlış fikir olduğu üçün B-ni heç birinə götürə bilmərik. Daha sonra E-yə baxaq. Xəbərin ifadə vasitəsi quruluşca mürəkkəb müxtəlif cür düşünülə bilər. Bəli, artırdı, artırdı. Həm sadə, həm də ifadə vasitəsini düzəltmə götürmək olar. Bu da D-yə yazanda 2-yə yazırıq E-ni. Daha sonra baxaq F-ə. Mübtədə mürəkkəb sözlə ifadə olunsa da, xəbər düzəltmə sifətlə ifadə olunubdur. Mübtədə mürəkkəb sözlə ifadə olunsa da, maraqlı deyil, xəbər düzəltmə sifətlə ifadə olunub, amma olanlar mürəkkəb söz deyil. Digərində də xəbər sifətlə ifadə olunmuşdur. Bu da hər biri haqqında yanlış olduğu üçün F-i də heç birinə götürmürük. Cümlədə təsirik halda olan bir sözün işləndiyini nəzərə alınsa, xəbər sintaktik əlaqədə asıl tərəf kimi də işlənir. Yeni üsulları, burada təsirik haldadır. Yəni, orada digərini, məhsuldarlığını adlı halda düşünüb mübtədə kimi düşünməyimizi nəzərdə tutur. Çünki bir dənə təsirik halda söz işləndiyini deyir. Və bu mübtədə kimi götürsək, xəbər sintaktik əlaqədə asıl tərəf kimi işlənir. Çünki mübtədə xəbər arasında uzlaşmaya görə asıl tərəf olacaqdır. Bu fikir də aid edilir D-yə aid edilən cümləyə. Yəni, G-ni yazırıq D-yə. Cavab olur 1D, 2A, YG, yəni D variantı. Sual 49. Mübtədə ilə bağlı verilmiş fikirlərdən hansılar doğrudur? Mübtədədə xəbərin əlaməti öz əksini tapır. Mübtədədə yox, xəbərdə mübtədənin əlaməti öz əksini tapır. Bu fikir əksinədir, yəni yanlışdır. Burada da yanlış yazıldığı üçün uyğunluq 1-də gözlənilibdir. Mübtədə ifadə etdiyi şəxs haqqında əlavə məlumat vermir. Bəli, doğrudur. Burada da doğru qeyd olunduğu üçün uyğunluqdur. Mübtədə yalnız ismin adlı halında olan nümunələrlə ifadə oluna bilər. Bəli, mübtədə ismin adlı halında olan nümunələrlə ifadə olunur. Doğrudur. Burada isə yanlış olduğu üçün uyğunsuzluqdur. Təsriflənən feillər mübtədənin ifadə vasitəsi kimi çıxış edə bilmir. Doğrudur. Təsriflənməyən məsdər və feil sifəti olur, lakin təsriflənən feil mübtədənin ifadə vasitəsi ola bilmir. Fikir doğru. Burada da uyğunluq gözlənilibdir. Cümlənin ən zəruri cüzvüdür. Suala cavab verməyən sözlərlə də ifadə oluna. Cümlənin ən zəruri cüzvü dedikdə xəbərdir. Çünki xəbərsiz adlıq cümlədən başqa yerdə qalan cümlələr xəbərsiz olmur əsasən, amma cümlədə mübtədə buraxıla bilər və mübtədəsiz cümlələr də olur. Cümlənin ən zəruri cüzvü ona görə xəbərdir. Bu fikir yanlışdır. Burada isə doğru yazıldığı üçün uyğunsuzluqdur. Doğruları soruşduğu üçün cavab 1, 2, 4, yəni olur A variantında. Daha sonra sual 50. Xəbərlə bağlı verilmiş fikirlərdən hansılar yanlışdır? Burada isə uyğunsuzluğu, yəni pozulmuşları, yanlışları götürməliyik. Deməli, mübtədənin əlaməti xəbərdə öz ifadəsini tapır. Mübtədənin əlaməti xəbərdə öz ifadəsini tapır. Bəli, bayaq ki, cümlədə tərsini yazılmışdı. Bu fikir doğrudur. Burada da yanlış yazıldığı üçün uyğunsuzluq 1-i 1-dədir. Nə edir əvəzliyi ilə ifadə olunanda xəbər ismi xəbər olur. Yanlışdır, feili xəbər olur. Çünki feilin sualına cavab verir. Burada doğru yazıldığı üçün uyğunsuzluqdur. Frazoloji birləşmələr həm ismi, həm də feili xəbər kimi çıxış edə bilər. Bəli, əgər feilin şəkillərinin əlamətini qəbul etsə xəbər şəklində olur. Feil sifət və məsdərin ifadə olunsa, bu zaman ismi xəbər olur. Bu fikir doğru. Doğru yazıldığı üçün uyğunsuzluq yox, uyğunluqdur. Götürmürük uyğunluğu. Sintaktik əlaqələrdən ikisində asılı, birində əsas tərəf olur. Sintaktik əlaqələrdə xəbər
İkisində əsas, birində asıl tərəf olur. Mübtədə ilə yanaşmada, uzlaşmada asıl tərəf, idarə və yanaşmada isə əsas tərəf olur. Burada isə tərsinə yazıblar. Burada fikir yanlış yazıldığı üçün burada da uyğunluq gözlənilibdir. Beşincidə, üçüncü şəxsin cəmində olan xəbərlərə hər zaman buraxılan mübtədəni artırmaq olar. Xeyr, qeyri-müəyyən şəxsi cümlədə mübtədə bərpa etmək, yəni olmaz. Fikir yanlışdır. Eyni zamanda ümumi şəxsi cümlədə də xəbər üçüncü şəxsin cəmində olur, mübtədə orada olmur. Fikir yanlış, burada isə doğru olduğu üçün 3-də, yəni 5-ci fikirdə uyğunsuzluq yaradır. Cavab olur 1, 2, 5, yəni E variantı. Sual 51. Klasterə əsasən uyğunluğu müəyyən edin. Xəyanətin böyüyü kiçiyi olmur. Olmur. Nə olmur? Xəyanətin böyüyü kiçiyi mübtədə olur. Mübtədə və xəbər əsasında baxırıq. Mürəkkəb sözlə ifadə olunubdur. Heç bir mürəkkəb sözlə deməli olmur. Mürəkkəb sözlə ifadə olunmayıbdır. Xəyanətin böyüyü kiçiyi də mürəkkəb sözü yox, söz birləşməsidir. Ona görə C heç birinə aid, deməli C heç birinə aid edilmir. Ona görə C-ni heç birinə götürə bilmərik və C-ni cavablardan silirik. C olan cavab elə C-də, D-də və B-də var. Daha sonra D-yə baxırıq. Söz birləşməsi ilə ifadə olunan cümlə özüdür. Mübtədiyə haqqındadır. Yazırıq mübtədiyə D-ni. Uzlaşma əlaqəsinin qrammatik göstəricisi ilə işlənibdir. Qrammatik göstəricisi mənsubiyyət çəkiciləri, eyni zamanda xəbəri şəkilçisidir. Burada cümlə üzvləri arasında olan əlaqədən baxırıq ki, xəbərdə olmur, şəxs xəbəri sonluğu yoxdur. Ona görə də uzlaşma əlaqəsinin qrammatik göstəricisi ilə işlənib fikri də heç birinə aid edilmir. E-ni də heç birinə götürmürük. E olan cavab A-da da var. A-da götürülmür cavab. Daha sonra F-ə baxaq. Quruluşca sadə olan sözlə ifadə olunmuşdur. Xəbər haqqındadır. F-i yazırıq xəbərə. İfadə vasitəsinin tərkibində müxtəlif sintaktik əlaqələr mövcuddur. Söhbət mübtədədən gedir. Xəyanətin böyüyü üçüncü növdə arasında həm idarə, həm də uzlaşma əlaqəsi var. Qeyd aid edilir mübtədəyə. Cavab olur 1-ə A, 1-ə A, 2-yə B, 3-ə, yəni mübtədə haqqında DG, xəbər haqqında 4-cü isə F. Yəni cavab olur E variantı. Daha sonra sual 52. Baş üzvləri isim birləşməli ifadə olunan cümlələri müəyyən edin. Sənin bura gəlməyin bizim ürəyimizdəndir. Bizim ürəyimizdəndir. Nə? Sənin gəlməyin. Burada hər ikisi isim birləşməli ifadə olunubdur. Sizin yazdıqlarınız keçmişin bugünə baxan özüdür. Keçmişin üzüdür, isim birləşmədir. Nə? Sizin yazdıqlarınız. Sizin yazdıqlarınız fe'li birləşmə olduğu üçün cərgəni pozur. 2 götürülmür. Qonaq gedənlərimiz hələ də gedib çıxa bilməyiblər. Gedib çıxa bilməyiblər. Deməli, kim? Qonaq gedənlərimiz. Qonaq gedənlərimiz burada deməli fe'li birləşmədir. Eyni zamanda çıxa bilməyiblər. Bu da ismi birləşmə deyil. 3 də deyil. Daha sonra zəmanənin gəncləri xalqımızın işıqlı gələcəyidir. Xalqımızın gələcəyidir. Nə? Zəmanənin gəncləri. Hər ikisi isim birləşmədir. 4-dür. Bizim çalışqanlarımız isim birləşmə, gələcəyin qurucusudur isim birləşmə. 5-dir. Yəni 1, 4, 5-də həm mübtədə, həm də xəbər isim birləşmənin ifadə olduğu üçün cavab olur B variantı. Sual 53. Verilən fikirlərdən biri yanlışdır. Cümlə üzvləri cümlənin təşkilində roluna görə 2 növ ayrılır. Bəli, baş üzvlər, ikinci dərəcəli üzvlər. Bu doğrudur. Frazoloji birləşmə ilə ifadə olunan cümlə üzvü quruluşca mürəkkəb, xeyr, quruluşca sadə sayılır. Bu yanlış fikir olduğu üçün cavab B-dir. Cümlədəki bəzi sözlər cümlə üzvü olmaya bilər. Deməli, cümlədəki bəzi sözlər cümlə üzvü olmaya bilər. Bəli, söhbət köməkçi hissələrindən, eyni zamanda ara sözlərdən, xitabdan gedir. Bu doğrudur. Bəzi sözlər suala cavab vermədən cümlə üzvü olur. Söhbət predikativ söz xəbərlərdən və sual əvəzliklərindən gedir. Nitq səsli ifadə olunan üzvlər sadə üzv sayılır. Bu da doğrudur. Yanlış olan oldu B variantı. Daha sonra sual 54. Cümlənin birində mübtədənin ifadə vasitəsi digərlərindən fərqlənir. Sınıqçı bizi qarşılayıb evinə doğru apardı. Kim sınıqçı? Ayağında olan köhnə çarıq babasından qalmışdı. Nə çarıq? Ayağından yaralanan gənc hospitala aparıldı. Plagiat müəllif hüquqlarının pozulması deməkdir. Nə plagiat? Həmyerlərimiz bugün gəlməlidirlər. Gəlməlidirlər kim? Həmyerlərimiz. Burada sınıqçı, çarıq, plagiat həmyerli isimdir. Lakin gənc olacaqdır sifət. Belə mübtədənin ifadə vasitəsinə görə fərqlənən də olur C variantında. Sual 54. Daha doğrusu 54-ə baxdıq. 55. Eyler-Win diaqramına əsasən uyğunluğu müəyyən edin. Füzət jurnalının uzun müddət nəşr olunub. Sual uzundur. Böyüdək. Daha doğrusu kiçildək. Nəşr olunub. Nə? Füzət jurnalı nə vaxt, nə zaman, uzun müddət.
Uğursuzluğun faydası onu dərk edən tərəfindən bilinər. Nə edər? Bilinər. Nə? Uğursuzluğun faydası. Burada mübtədə uğursuzluğun faydası bilinərsə xəbərdir. Daha sonra bilinər. Nə bilinər? Uğursuzluğun faydası kim tərəfindən? Onu dərk edən tərəfindən. Burada isə tərəfindən olacaqdır. Tamamlıq. İndi isə baxaq. Baş sözlər arasında uzlaşma əlaqəsinin qrammatik göstəricisi işlənməyibdir. Uzlaşma əlaqəsinin qrammatik göstəricisi şəxs onluğudur ki, eyni zamanda şəxs xəbərlik və məsuliyyət çəkicilərdir. Füzət jurnalı nəşr olunmayıb. Burada şəxs onluğu yoxdur. Uğursuzluğun faydası bilinər. Burada da şəxs onluğu yoxdur. Bu hər ikisi haqqında doğru fikirdir. Lakin biri yalnız A-ya yazdığı üçün bir ortaq fikirdir. Yalnız A-da yazıldığı üçün biri götürə bilmərik. Daha sonra xəbərin ifadə vasitəsi yazışı və deyişi fərqlənir. Nəşr olunmayıb kimi olacaqdır. Bilinərsə olduğu kimi tələffüz olunur. Yalnız A haqqında doğru olduğu üçün 2-dir. Məchul növdə olan feillə ifadə olunan xəbər quruluşca sadədir. Bilinər məchul növdədir. Bilin, nəşr olunmayıb məchul növdədir. Hər ikisinin də xəbəri quruluşca sadədir. Yəni sadə xəbərlərdir. Hər ikisi haqqında doğru olduğu üçün 3-dür. 4-ə baxaq. Mübtədənin ifadə vasitəsinin əsas tərəfində idarə əlaqəsinin göstəricisi işlənib. Mübtədənin ifadə vasitəsinin əsas tərəfi füzət jurnalı, uğursuzluğun faydası, idarə əlaqəsinin göstəricisi hal şəkilçisidir. Əsas tərəfində yox, aslı tərəfində hal şəkilçisi istifadə olunur. Əsas tərəfində yox. Füzət jurnalı orada hal şəkilçisi yoxdur. Ona görə bu fikir yanlışdır. Baş üzvlərdən biri söz birləşməsi ilə ifadə olunubdur. Əslində füzət jurnalı uğursuzluğun faydası. Hər ikisində baş üzvlərdən biri söz birləşməsi ilə ifadə olunduğu üçün bu ortaq fikirdir. Yalnız bir haqqında deyil. Xəbərin ifadə vasitəsi quruluşca düzəltmə olan feildir. Bilin, bəli düzəltmədir. Nəşr olunubsa mürəkkəbdir. Yalnız B haqqında doğru olduğu üçün biri də olur 6. 2, 3, 6 A olur B variantı. Sual 56. Mübtədələri ifadə vasitəsinə görə cüt-cüt qruplaşdırdıqda kənarda qalan variant hansıdır? Bu ideya uğrunda əzab çəkmək ən böyük məziyyətdir. Nədir? Məziyyətdir. Nə? Bu ideya uğrunda əzab çəkmək. Lazımsız müharibəni kəsməyin yolu qarşı tərəfdəki adamla razılaşmaqdır. Deməli, nə? Mübahisəni kəsməyin yolu nədir? Qarşı tərəfdəki adamla razılaşmaqdır. Hamısı birlikdə xəbər gedir. Hansı mübahisəni? Lazımsız mübahisəni kəsməyin. Yox, burada kəsmək məsdər tərkib olduğu üçün hamısı birlikdə mübtədə gedir. Daha sonra müdriklərin fikirləri insanlar üçün lazımlıdır. Lazımlıdır. Nə? Müdriklərin fikirləri kim üçün? İnsanlar üçün. Bəzən düşünürəm ki, nə edirəm? Düşünürəm, nə vaxt, nə zaman, bəzən. Kömək edə bilmək insanı insan edən davranışdır. İnsanı insan edən nədir? Davranışdır. Hansı davranışdır? İnsanı insan edən. Nə? Kömək edə bilmək. Məruzənin sonunu bilmək məni narahat edirdi. Narahat edirdi kimi məni? Nə? Məruzənin sonunu bilmək. Mübtədənin ifadə vasitəsinə görə cüt-cüt qarşılaşdırdıqda. Birincidə olur məsdər tərkibi, ikincidə olur məsdər tərkibi, üçüncüdə olur müdriklərin fikirləri, ismi birləşmə, dördüncüdə, yəni D variantında isə artıq mürəkkəb feillə ifadə olunduğu üçün sadə xəbər sayılır. Söz birləşməsindən ifadə olunmayıbdır. Məruzənin sonunu bilmək, bu da feili birləşmək. Yəni, qruplaşdırsaq görərik ki, A, B, C və Y-də mürəkkəb söz birləşməsindən ifadə olunur. Bir dənə D-də mürəkkəb sözlə ifadə olunub ki, o da sadə sayılır. Ona görə fərqli olan D variantındadır. 57. Birində mübtədənin ifadə vasitəsi yanlış göstərilibdir. Yaxşı geyinmiş axmaq məclisdə ağzını açana qədər parlayacaq. Kim axmaq? Axmaq sifətlə ifadə olunub, bu düzdür. Sözün qədrini bilməyən zəif düşüncəli adam çox danışar. Danışar kim? Adam. Adam isimdir, düzdür. İnsanın sağalması onun qidalanmasından asılıdır. Asılıdır nədən? Onun qidalanmasından olmalıydı. Nə? İnsanın sağalması. İnsanın sağalması isim birləşmədir. Burada məsdər tərkibi yazdığı üçün el uyğunsuzluq C variantındadır. Onun kölgəsini qılınclayan biz deyilik. Deməli, nə? Onun kölgəsini qılınclayan. Burada feil sifət tərkibli ifadə olunubdur. Bu da düzdür. Şagirdlərin deyinənləri qrupun ən savadlıları idi. Kim? Şagirdlərin deyinənləri. Bu da isim birləşmədir. Düzdür. Uyğunsuzluq olur C variantında ki, orada yanlışlığa yol verilib. Sual 58. Hansı cümlədəki xəbərə əsasən demək olar ki, frazoloji birləşmə ismi xəbərin ifadə vasitəsi ola bilər? Oradakı işçilər əlavə yükdən cana gələnlərdir. Kim işçilər? Hansı işçilər oradakı? Əlavə yükdən cana gələnlərdir.
Burada frazoloji birləşmənin önünə cana gələnlərdən əlavə yükdən də birləşdiyi üçün burada xəbərin ifadə vasitəsi frazoloji birləşmə yox, fe'li sifət tərkibi olur. Yəni frazoloji birləşmə deyil. Daha sonra Zülfü pərişanın görcək, könlüm açılır. Könlüm açılır ismi xəbər deyil. Burada yəni könlüm açılır fe'li xəbərdir. Nə vaxt, nə zaman Zülfü pərişanını görəcək. Burada zaman şəkilçisi olduğu üçün fe'li xəbərlidir. Sizin buradakı işiniz axşama qədər ağzınıza su almaq deyil. Nə işiniz, hansı işiniz? Daha doğrusu sizin işiniz burada mübtədə gedir. Üçüncü növdə ayrılmır. Sizin işiniz nədir? Axşama qədər ağzınıza su almaq deyil. Nə deyil? Aha. Burada olacaqdır mübtədə və xəbər. Xəbərə əsasən ağzına su almaq frazoloji birləşmədir. Lakin axşama qədər ağzına su almaq artıq burada məsdər tərkibi yaradacaqdır və frazoloji birləşmə məsdər tərkibinə daxil edilibdir. İsim birləşmə ifadə olunsa da frazoloji birləşmə ismi xəbərin ifadə vasitəsidir. Bu fikir yanlışdır, çünki tərkib yaradıbdır. Başa düşmürəm. Burada frazoloji birləşmədir və fe'li xəbərdir. Sənin ipini yığan adam niyə yoxdur? Burada isə digərində yox predikativ sözlə ifadə olunubdur. Bu da deyil. Deyəsən, bugünkü iştirakçılar dilotu yeyənlərdir. İştirakçılar, hansı iştirakçılar? Bugünkü dilotu yeyənlərdir. Burada isə dilotu yeyən yalnız frazoloji birləşmədən ibarətdir. Özündən əvvəl sözü özünə qoşub tərkib yaratmayıbdır və xəbər frazoloji birləşmənin ifadə olunan ismi xəbərdir. Çünki burada yeyən, anən, fe'li sifət var. Doğru cavab olur Y variantında. Yəni bu sualda A-nı, C-ni qarışdırmayın. Orada A-C-də frazoloji birləşmə olsa da ismi birləşmə, yəni xəbər yalnız frazoloji birləşmə ilə yox, fe'li sifət və məsdər tərkibinin ifadə olunur. Çünki özündən əvvəl bir neçə sözü özünə tabe edibdir. Daha sonra sual 59. Hansı variantda xəbərin ifadə vasitəsi yanlış göstərilibdir? Onların şöhrəti hər tərəfdədir. Hər tərəfdədir. Nə onların şöhrəti? Burada isim birləşmədə hər tərəf doğrudur. Kiməsə işıq verməyən günəş, kiməsə görünməyən gözəllik nəyə lazımlıdır axı? Lazımlı. Lazım predikativ sözdür. Lazımlı isə sifətdir. Ona görə burada predikativ söz yazdığı üçün yanlışlıq B variantındadır. Axmaqlarla oturmaqdansa kitabla oturmaq hamının ürəyindən keçəndir. Hamının ürəyindən keçəndir. Nə? Kitabla oturmaq. Hamının ürəyindən keçənsə olacaq fe'li sifət tərkibi. Xəbər fe'li sifət tərkibindən ifadə olunub. Doğrudur. Mübariz İbrahimov Azərbaycan milli qəhrəmandır. Azərbaycanın milli qəhrəmandır söz birləşməsi ifadə olunub. Xəbər düzdür. İnsan mənəviyyatının məqsədi saflığının təməlini qorumaqdır. Saflığının təməlini qorumaqdır. Nə? İnsan mənəviyyatının məqsədi. Məsdər tərkiblə ifadə olunub. Bu da doğrudur. Yanlış olan oldu B variantında. Sual 60. Onlarla birlikdə gələn müəllimi tanımadı. Kim? Onlarla birlikdə gələn kimi müəllimi? Bir də bu cür təhlil etmək olar. Onlarla birlikdə gələn müəllimi tanımadı kimi müəllimi? Hansı müəllimi? Onlarla birlikdə gələn. Həm təyin, həm də mübtədə kimi fikirləşmək olar. İndi isə baxaq, hər ikisində də uyğunsuz olduğu, yəni hər ikisi haqqında səhvi tapırıq. Fe'li sifət tərkibi mübtədə rolundadır. Bunu əminliklə deyə bilmərik. Fe'li sifət tərkibi mübtədə rolunda ola da bilər, olmaya da bilər. Yəni uyğunsuz olduğu variantı müəyyən edir. Fe'li sifət tərkibi mübtədə rolunda ola da bilər, olmaya da bilər. Tərzi hərəkət zərfi müstəqil şəkildə cümlə rolunda deyil. Tərzi hərəkət zərfi birlikdə necə cümlə tərzdə, bəli, müstəqil şəkildə cümlə rolunda deyil. Bu tamamilə doğru fikir olduğu üçün A-nı götürə bilmərik. Çünki tam burada doğru olan var. Xəbər hökm bildirmir, tanımadı, bəli, hökm bildirmir, çünki fe'li xəbərlidir. Sadə fe'l ifadə olunubdur. Tanımaq sadə fe'ldir, tanımadı, bu düzdür. Burada doğru olduğu üçün bunu da götürə bilmərik. Hər ikisi haqqında uyğunsuz səhv istəyirdi. İsmi xüsusiyyətini daşıyan sözün işlənməsi ehtimaldır. Onlarla birlikdə gələn ismi xüsusiyyətini daşıyan söz yox, ismi xüsusiyyətini daşıyan fe'li sifət tərkibinin işlənməsi ehtimaldır. Bu fikir yanlışdır. Tamamlıq nə sualına cavab vermir. Deməli, tanımadı. Kimi müəllimi? Müəllimi bəli, kimi sualına cavab verir, nə sualına cavab vermir, çünki qeyri-müəyyən təsirli halda deyil. Bu fikir doğru olduğu üçün yenə burada doğru olan var. Fe'li sifət tərkibinin sintaktik vəzifəsi dəqiqdir. Xeyr, dəqiq deyil. Həm mübtədə, həm də təyin ola bilər. Xəbər sintaktik əlaqədə yalnız əsas tərəf kimi çıxış edə bilmir. Deməli, xəbər əsas tərəf kimi çıxış edə bilmir. Cümlədə mübtədə işlənsə, əsas tərəf kimi, deməli, əsas tərəf kimi çıxış edə bilmir, yanlışdır. Çünki burada tamamlıq olduğu üçün istənilən məqamda əsas tərəf olur. Həm aslı, həm əsaslı ola bilər. Yəni mübtədəyə görə asıl tərəf ola bilər. Amma mübtədə olmasa yalnız əsas tərəf olacaq. Amma ümumilikdə yalnız əsas tərəf kimi çıxış edə bilmir fikri yanlışdır. Çünki
Tamamlıqla yenə dediyimiz kimi idarə əlaqəsinə görə əsas tərəf mütləq ki olur. Hər ikisinə yanlış olduğu üçün cavab D-dir. Tamamlıq rolunda olan söz sintaktik əlaqədə əsas tərəf kimi də çıxış edə bilər. Bu doğrudur. Əgər təyin olsa yanaşma əlaqəsinə görə əsas tərəf olacaqdır. Cümlə üzvlərindən birinin quruluşu digərlərindən fərqlənir. Biri yox, ikisi. Müəllimi və tanımadı. Deməli, quruluşca sadədir. Bu da deməli, birinin quruluşu digərindən fərqlənir fikri yanlışdır. Doğru, hər ikisinə yanlış olan D variantında oldu. Sual 61. Baş üzvlərin hər ikisi eyni qisəsi ilə ifadə olunan cümləni müəyyən edin. Deyəsən, həmin igidlər elə bu gördüyün cavanlar idi. Cavanlar idi, kim igidlər? İgid sifət, cavan sifət, elə hər ikisində mübtədə və xəbər sifətlə ifadə olunduğu üçün cavab A-dır. Ana laylasında həyat var, var predikativ sözdür. Nə var? Həyat var. Burada həyat isim var, predikativ söz fərqli. Sürünün hamısı özündə idi. Özündə idi. Nə? Sürünün hamısı. Biri əvəzlik, biri söz birləşməsidir. Məni buna vadar edənlər indi məni görəndə üz döndərənlərdir. Burada isə deməli indi məni görəndə üz döndərənlərdir. Kim? Məni buna vadar edənlər. Burada isə nitq hissəsindən yox, söz birləşməsindən ifadə olunubdur. Hər ikisi fe'l sifət tərkibidir, amma nitq hissəsi soruşurdu. Onların çoxu keçən dəfəki üçüncülərdir. Onların çoxu mübtədədir, bu da söz birləşməsidir, söz deyil. Yəni, burada cavab olur A variantı. Daha sonra 62-ci suala baxırıq. Yalnız baş üzvlərdən ibarət olmayan, yəni yalnız baş üzvlərdən ibarət olmayan deyilsə, ikinci dərəcəli üzv təyin tamamlıq zərflikdən söhbət gedir. Demək, o ömrünü sakitcə başa vurmaq istəyənlərdən deyil. Ömrünü sakitcə başa vurmaq istəyənlərdən deyil. Kim o? Burada yalnız mübtədə xəbərdir. Ov mövsümü başa çatmışdı. Başa çatmışdı. Nə ov mövsümü? Mübtədə xəbərdir. Sözün düzü bu heç. Sədrəddin heç nişan ala bilmədi. Sədrəddin heç nişan ala bilmədi. Nişan ala bilmədi. Kim Sədrəddin? Mübtədə xəbərdir. Süstlük və yorğunluğu fəaliyyət üçün geniş meydan tapa bilməməsindən idi. Süstlük və yorğunluq burada mübtədədir. Bu məsbəcə keçisidir. Nədəndir? Fəaliyyət üçün geniş meydan tapa bilməməsindəndir. Burada məsdər olduğu üçün xəbər mübtədədən, yəni yerdə qalanlar, mübtədədən sağda olanlar hamısı xəbər götürülür. Yenə mübtədə xəbərdir. Ən gözəl bəzək üsullarından biri silahın dəstəyini düzəldərkən həm mis, həm də gümüşdən istifadə etməkdir. Deməli, bəzək üsullardan biri silahın dəstəyini düzəldərkən isim gümüşdən istifadə etməkdir. Burada da makmək məsdərdir. Deməli, burada da tərkib yaradacaqdır. Mübtədəni əvvəlcə tapaq burada cümlədə. Burada mübtədə olacaqdır üsullardan biri. Hansı üsullardan? Bəzək üsulları, bəzəyin üsullarından. Bəzək üsullarından biri mübtədədir. Hansı bəzək? Gözəl. Gördüyümüz kimi elə burada gözəl təyindir və burada ikinci dərəcəli üzv var. Ona görə cavab olacaq E variantı. Cümlənin təhlili isə belədir. Silahın dəstəyini düzəldərkən həm mis, həm də gümüşdən istifadə etmək. Hamısı birlikdə xəbər gedir. Və burada təyin olduğu üçün cavab olur E variantı. Sual 63. Hansı cümlədə klasterin yalnız ikinci tələbini ödəyə bilmədiyi üçün sual işarəsinin yerinə yazıla bilməz? Mübtədə nə sualına cavab verir? Evin üzbəyüzündəki dükkanı bağlamaq anamgilin bazarlıq işini xeyli çətinləşdirirdi. Nə? Evin üzbəyüzündəki dükkanı bağlamaq bir düzdür. Nə suala cavab verir? Mübtədənin təyini var. Xeyr, mübtədədən əvvəl təyin yoxdur. Çünki makmək məsdər olduğu üçün burada üzbəyüzündəkini təyin götürə bilmərik. Bu yanlışdır. Mübtədə söz birləşməsində ifadə olunub, doğrudur. Fe'li birləşməsində ifadə olunub. Burada yalnız ikinci yanlış olduğu üçün elə doğru cavab olur A-da. Digərinə baxaq. Məhəmməd Həsən mənim heç bir sualıma düzəlməli cavab vermirdi. Cavab vermirdi ki, Məhəmməd Həsən birinci haqqında yanlışdır, çünki mübtədə nə sualına cavab vermir. Elimizin ağsaqqallarının dediyinə görə məhz bu məclislər xalqı birlik və bərabərlik yolunda bir tutmağa dəstəkdir. Nə? Məclislər. Birinci haqqında düz. Mübtədənin təyini var. Səhv. Mübtədə söz birləşməsində ifadə olunub, bu da səhv. Artıq üçüncü də səhv olduğu üçün C-də deyil, yalnız ikinci səhv olmalıydı. Günəşli, sərin və xoş bir gün idi. Nə idi? Gün idi. Hansı gün xoş, hansı sərin, hansı günəşli? Burada ümumiyyətlə mübtədə yoxdur. Fabrik söhbətindən çoban Vəlinin ağlı bir şey kəsmədi. Vəlinin ağlı bir şey kəsmədi. Nədən? Fabrik söhbətindən. Hansı Vəlinin? Çoban Vəlinin. Burada isə mübtədə yoxdur. Cavab olur A variantı. 64. İsmi xəbərdir. Qurruca sadədir. Səkinə Axundzadə Azərbaycanın ilk qadın müəllimlərindən biridir. Azərbaycanın qadın müəllimlərindən biri. Burada hamısı birlikdə söz birləşməsi yaradır və xəbər ismi xəbərlidir. Eyni zamanda qurruca sadə deyil. Qurruca mürəkkəbdir, çünki söz birləşməsindən ifadə olunubdur. Üst başı yırtıq, ayaqları yalın idi. Yalın idi, nə ayaqları? Yırtıqdır. Burada idi ixtisar olunubdur. Nə üst başı?
Bəli, ismi xəbərli yırtıq necə, yalın necə və quruca sadədir. 1 olur, 2. Keçən ilin bu aylarında tarla əkinində tanıdığım bu cavan ən işləyənlərdən idi. Kim cavan? Hansı cavan işləyənlərdən? Deməli, burada cavan mübtədədir, işləyənlərdən idi. İşləyən anan fe'l sifətli tərkib yaratmayıb. Sadəcə fe'l sifətlə ifadə olunacağı üçün qurluqca sadədir, ismi xəbərlidir. 1 idi, 3-dür. Mənim daim oğlum Coşqun qulaq asan deyil. Qulaq asan deyil. Kim? Coşqun, hansı Coşqun? Mənim dayım oğlu. Burada qulaq asmaq frazoloji birləşmədə anan fe'l sifətdir və frazoloji birləşmədə quruca sadə xəbər götürüldüyü üçün və anan fe'l sifət olduğu üçün ismi xəbərlidir. Həm də quruca sadədir. Cavabım 1 də olur, 4. Sizə işarə edilən vaxt burada dayanmaq olmaz. Deməli, burada dayanmaq olmaz. Nə vaxt, nə zaman? Sizə işarə edilən vaxt. Olmaz. Nə olmaz? Sizə işarə edilən vaxt burada dayanmaq. Burada isə müfrədə xəbərdir. Xəbər ismi xəbərli yox, fe'li xəbərli olduğu üçün bu da olmur. Cavab olur 2, 3, 4, yəni A variantı. Sual 65. Cümlələrlə bağlı uyğunluğu müəyyən edin. Deməli, komanda məntəqəsində nə isə olmuşdu, nə isə, harada komanda məntəqəsində ən dəhşətlisi bu deyil idi, nə dəhşətlisi. Xəbər mürəkkəb fe'llə ifadə olunubdur. Xeyr, olmuşdur, sadə fe'ldir. Bu yanlışdır. Mübtədənin ifadə vasitəsinin sintaktik və morfoloji sualı fərqlənir. Mübtədənin dəhşətlisi morfoloji sualı sifətdir, hansı sualına cavab verir. Lakin sintaktik sualı bu deyil, nə dəhşətlisi, nə sualına cavab verir. Bu doğrudur. Morfoloji və sintaktik sualı fərqlidir. Altından xətt çəkilən hissə baş üzvlərdən ibarət hissədir. Deyil, nə, bu yox. Bu deyil ilə birlikdə xəbər gedir. Baş üzvlərdən yox, xəbərdən ibarətdir. Bu yanlışdır. Mübtədənin ifadə vasitəsi sifətdir. Dəhşətlisi sifətdir, amma digərində isə mübtədənin ifadə vasitəsi nə isə, yəni əvəzlikdir. Biri haqqında düz, biri haqqında yanlış olduğu üçün ortaq götürülə bilməz. Burada yalnız uyğun olan 2 olur ki, o da Y variantındadır. Daha sonra sual 66. Mübtədəsi sözlə ifadə olunub, digərində isə mübtədəsi sərbəst söz birləşməsi ilə ifadə olunub. Yəni, birində söz birləşməsi, birində isə sözlə ifadə olunubdur və burada cümlələrin yeri dəyişdirilsə uyğunluq bərpa olunar. Yəni, əksinə yazmalıyıq burada, yerini dəyişməliyik. Baxaq, baş verən bu qorxunc hadisə bütün şəhəri əhatə etmişdi. Haranı şəhəri, nə hadisə? Burada mübtədə sözlə ifadə olunubdur. Yəni, səhvlik yoxdur, ona görə A olmaz. Zəhər qarışmış havanın təmizliyi yaşamaq üçün uyğun deyil. Uyğun deyil, nə? Havanın təmizliyi. Burada havanın təmizliyi sözlə ifadə olunub, fikri səhvdir. Digərinə baxaq. Mənə başa salın ki, Seyid ağa niyə bu qan içənliyə icazə verib? Nə edib icazə verib? Kim? Seyid ağa. Seyid ağa isə sərbəst söz birləşməsi ilə ifadə olunubdurmu? Seyid ağa mürəkkəb addır, eyni zamanda söz birləşməsidir və sabit yox, sərbəstdir. Burada da uyğunluq pozulub. Burada uyğunluq pozulub, lakin digərində uyğunluq gözləndiyi üçün bunların yerini dəyişə bilmərik. Yəni, burada sözlə ifadə olunsaydı yerini dəyişərdik, lakin sözlə ifadə olmadığı üçün yerini dəyişə bilmirik. Ona görə B də deyil. Mehriban pəncərədən həyətin qapısı tərəfə boylananda əli silahlılar görünməyə başlamışlar. Kim? Əli silahlılar. Burada söz birləşməsi ilə ifadə olunubdur. Əli silahlar qeyri-təyinli söz birləşməsidir. Yəqin ki, yeni kitablar bugün sizə də göndəriləcək. Göndəriləcək nə kitablar? Burada isə mübtədə sözlə ifadə olunubdur. Elə bunların yerini dəyişsək olar. Yəni, ikinci cümlədə əslində sözlə ifadə olunubdur, birinciyə keçməli idi. Birincidə isə əli silahlar qeyri-təyinli söz birləşməsi, yəni sərbəst söz birləşməsidir. Bu isə digər tərəfə keçməli idi. Elə cavab olur C variantı. Çox oxuyan çox bilər. Bilər, nə qədər çox, kim? Çox oxuyan. Burada söz birləşməsi ilə ifadə olunub, sərbəstlə bu tərəfə keçə bilər D variantı. Digərinə baxaq. Az bilən çox danışar. Danışar kim? Az bilən. Burada da söz birləşməsinin ifadə olunduğu üçün sözlə ifadə olunan cərgəyə keçirə bilmərik. Onu belə buraxmağa ürəyim gəlmir. Nəyə? Onu belə buraxmağa. Burada isə ümumiyyətlə mübtədə yoxdur. Ona görə E-yə baxmırıq. Cavab olur C variantı. Sual 67. Mübtədənin ifadə vasitəsi baxımından yanlış fikirləri müəyyən edin. Qarın tozu yatdıqda zədələnmiş və yanı üstə əyilmiş təyyarədən kənarda qarın üstündə bir qaraltı göründü. Nə göründü? Qaraltı. Kökü sifət olan qara. Qaral fe'lindən yaranan sözdür. Bəli, sözün kökü qara, qaral, qaraltı. Sözün kökü qara sifətidir, feildən düzəlibdir. T-nı silirik, qaralmaq feilindən düzəlib. Bu doğrudur. Yanlış soruşulduğu üçün biri götürmürük.
Yaşlılar belə problemlərin dəncəliklə həllindən önəmli rol alırlar. Kim yaşlılar? Mübtədi yaşlılardır. Həm kökən başlanğıc forması homonimdirmi? Düzdür. Yaşlı, gözləri yaşlı, eyni zamanda yaşlı qoca. Yaş isim, bir də yaş insanın, yəni doğulduğu isim, bir də sulu mənasında, insanın yaşı mənasında. Düz kök və başlanğıc forması homonimdir. Lakin isim deyil, yaşlı sifətdir. Ona görə də iki uyğunsuzluqdur, iki səhvdir. Bugünkülər ən vacib olan işləri yoluna qoymaqdan ötürü gəlmişdilər. Kim bugünkülər? Mürəkkəb sifətdir. Bəli, bugünkü mürəkkəb sifətdir. Orada kök şəkilsinə görə onu düzəltmə sifət götürməyin, nə də zərf götürməyin. Düzəltmə mürəkkəb sifətdir. Burada da düzdür, ona görə götürmürük. Bizim əməkdaşlar artıq lazımi sənədlərə imza çəkmişdilər. Kim? Əməkdaşlar. Burada isimdən düzələn isimdir. Bəli, əmək, əməkdaş isimdir. Bu da doğrudur. İnişilkilərin heç biri bu dəfə üçün yaramırdı. Yaramırdı nə? İnişilkilərin heç biri. Aslı tərəfi zərf olan isim birləşmədi. Lakin aslı tərəfi zərf yox, inişilki, ki şəkilsi var, sifətdir. Bu da yanlış olduğu üçün 2-5, yəni A variantı olur. Sual 68. Mübtədəsi məzdər tərkibi ilə ifadə olunan cümləni müəyyən edin. Mübtədə məzdər tərkibi ilə ifadə olunmalıdır. Baxaq, dediyindən bərk durmaq həmişədən xüsusiyyəti idi. Nə? Dediyində bərk durmaq. Bu frazoloji birləşmə olduğu üçün məzdər tərkibi sayılmır. Daha sonra hər ağzı söz tutana inanmaq olmaz. İnanmaq olmaz. Kimə? Hər ağzı söz tutana. Burada hər ağzı söz tutana tamamlıqdır. Burada yəni inanmaq olmaz. Xəbər getdiyi üçün birlikdə. Burada məzdər tərkibi ifadə olunur. Ümumiyyətlə mübtədə yoxdur. Etibarın tənbəllik etməyi ən çox atasını bezdirib. Nə? Etibarın tənbəllik etməyi. Etibarın etməyi. Üçüncü nöqtəyə söz birləşməsi olduğu üçün isim birləşmədir. Məzdər tərkibi deyil. Danışmaq gümüşdürsə nə? Danışmaq, qızıldır nə? Susmaq. Burada isə tərkib yox, sadəcə məzdərin ifadə olunubdur mübtədə. Bu işə boyun olmağı ona baha oturacaq. Ona baha oturacaq nə? Bu işə boyun olmağı. Bu işə boyun olmaq frazoloji birləşmədir. Bu işə boyun olmaq frazoloji birləşmədir. Bu da burada əlavə bir söz var. Yəni bu işə boyun olmaq birlikdə tərkib əmələ gətirəcək ki, bu da məzdər tərkibi sayılır. Ona görə cavab olur E variantı. Yəni daha sonra sual baxırıq 69. Hansı cümlədə xəbər iki fərqli cümlə üzvünü özünə tabe edibdir? Mərmi gilizindən kəsilmiş medalı ona təqdim etdi. Nə etdi? Təqdim etdi. Kimə? Ona. Nəyi? Medalı. Hansı medalı? Mərmi gilizindən kəsilmiş. Buradakı cümlə üzvünü özünə tabe etsə də eyni cümlə üzvüdür. Bizdən isə iki fərqli cümlə üzvü soruşduğu üçün A deyil. Bir tərəfi qopmuş böyük saxsı qapı iki əli tutub təntənə ilə addımlayırdı. Necə cümlə əsərsə təntənə ilə bir tərəfi qopmuş böyük saxsı qapı iki əli tutub, yəni tutaraq. Burada da ikisini tabe etsə də fərqli yox, eyni cümlə üzvləridir. Tahir özünü saxlaya bilmədən asta səslə dilləndi. Nə etdi? Dilləndi. Necə cümlə tərzdə? Deməli, asta səslə, necə tərzdə özünü saxlaya bilmədən kim Tahir? Burada da özünə tabe etdiyi fərqli yox, yenə deməli, daha doğrusu fərqli yox, eyni cümlə üzvləridir ki, zərflikləri özünə tabe edibdir. Baxışları tükəzə zilləndi. Zilləndi nə? Baxışları kimə tükəzə? Burada da sadəcə tamamlığı özünə tabe edibdir. İki fərqli cümləsi yox, bir dənədir. Bugün bir yaş da artıb 25-ə çatdım. Çatdım nəyə çatdım? 25-ə. Necə tərzdə bir yaş artıb, yəni bir yaş artaraq. Burada da nə vaxt, nə zaman, bugün iki fərqli cümlə üzvünü bəli özünə tabe edibdir. 25-ə tamamlıq, bir yaşda artıb feili bağlama tərkibini. Elə doğru cavab E variantındadır. İki fərqli cümlə üzvünü özünə tabe edib. Sual 70. Eyni ifadə vasitəsinə malik mübtədələrin cümlələr üçün ortaq cəhətdir. Əvvəlcə eyni ifadə vasitəsinə olan mübtədə olan cümlələri tapaq. Deməli, Qaravaş Zeynəb xanım üçün yemək hazırlayanda xüsusi bir toz əlavə etdi. Kim Qaravaş? Burada Qaravaş mübtədədir. Briqada başçı Tehran hərəkətə keçməyi qərarlaşdırdı. Kim Tehran? Möminə xatun Eldənizin onunla görüşmək istədiyini biləndə razılıq verdi. Kim? Möminə xatun. Qaravaş və Tehran hər ikisində mübtədə eyni ifadə vasitəsidir. Qaravaş isim, Tehran isim. Möminə xatun isə deməli söz birləşməsi olduğu üçün birinci və ikinci cümləni müqayisə edəcəyik. Ortaq xüsusiyyətlərini götürməli olacaq. Baxaq A-ya. Təyin quruluşca mürəkkəbdir. Baxaq. Qərarlaşdırdı. Kim? Tehran. Nəyi? Hərəkətə keçməyi. Hansı Tehran? Briqada başçısı. Qaravaş Zeynəb xanım üçün yemək hazırlayanda xüsusi bir toz əlavə etdi. Nə etdi? Əlavə etdi. Nəyi? Tozu.
hansı tozu xüsusi, nə vaxt, nə zaman Zeynəb xanım üçün yemək hazırlayanda. Gördüyümüz kimi birinci cümlədə xüsusi təyini qurulucu sadədir. Ona görə ortaq ola bilməz. Xəbərin ifadə vasitəsinin quruluşu ilə öz quruluşu fərqlidir. Xəbərin ifadə vasitəsinin quruluşu əlavə etdi. Burada mürəkkəb feildir ifadə vasitəsi, lakin xəbərin quruluşu sadədir. Qərarlaşdırdı, quruluşca ifadə vasitəsinə görə düzəltmədir, lakin xəbərin ifadə vasitəsinin, yəni quruluşu düzəltmədir, lakin xəbər sadədir. Bəli, hər ikisindən xəbərlər sadədir, lakin quruluşları fərqlidir. Birində düzəltmə sözlə, birində isə mürəkkəb sözlə ifadə olunub. Elə hər ikisi haqqında ortaq olduğu üçün cavab B-dir. Tamamlıq söz birləşməsi ilə ifadə olunubdur. Hərəkətə keçməyin söz birləşməsidir. Digərində isə toz sözlə ifadə olunub. Ortaq deyil. Mübtədə sintaktik əlaqədə əsas və asıl tərəfdir. Mübtədə heç vaxt asıl tərəf ola bilmir. Yanlışdır. Zaman zərfli feili bağlama tərkibi ilə ifadə olunubdur. Zaman zərfliyi briqada başçı Tehran hərəkətə keçməyə qərarlaşdırdı. Burada heç zaman zərfliyi yoxdur. Bu da ortaq ola bilməz. Cavab olur B variantı. 71. Cədvəldəki uyğunsuzluqları müəyyən edin. Yəni yanlışları tapmalıyıq. Sadə cümlədə xəbərin ifadə vasitəsi ola bilməz sal şəkilçili söz. Bu yanlışdır, ifadə oluna bilər. Söhbət şərt şəkilçisindən yox, məsələn, sal leksik şəkilçilidən gedə bilər. Çünki ümumi sal şəkilçisi yazıbdır. Məsələn, qız susadı, ola bilər. Bu fikir yanlış fikirdir. Arkan şəkilçili söz, feili bağlama şəkilçisi bəli, sadə cümlənin xəbərin ifadə vasitəsi ola bilməz. Bu fikir doğru fikirdir. Doğrunu götürməyəcək, çünki uyğunsuzluq, yəni yanlışları istəyirdi. Xəbəri şəkilçisi qəbul etmiş qoşma. Xəbəri şəkilçisi qəbul etmiş qoşma, bəli, cümlədə sadə xəbərin ifadə vasitəsi ola bilməz. Çünki qoşma müstəqil cümləsi ola bilmir. Yəni, bilməz fikri doğru fikirdir. Qoşma qoşulduğu sözlə birlikdə bir cümləsi olur. Müstəqil şəkildə cümləsin ifadə vasitəsi ola bilmir. Daha sonra digərinə keçək. Sadə cümlədə mübtədənin ifadə vasitəsi ola bilər. Dırq qrammatik şəkilçisi qəbul etmiş söz. Bu yanlışdır. Ola bilər, yox ola bilməz. Çünki dırq xəbəri şəkilçisi qəbul etmiş xəbər ola bilər. Necə mübtədənin ifadə vasitəsi ola bilər? Saitə uzanan xülasə sözü. Saitə uzanırsa xülasə burada isimdir və isimlə də ifadə oluna bilər. Bu doğrudur. Daha sonra eyni sözün təkrarla yaranan təsriflənən feil sadə cümlədə mübtədənin ifadə vasitəsi ola bilər. Yanlışdır. Xeyr. Təsriflənən feil necə mübtədənin ifadə vasitəsi olsun? İndi isə yanlışları seçəcəyimizə görə yanlış 1, 4, 6. Yəni olur E variantında. Sual 72. Cədvəldəki uyğunluğu müəyyən edin. Yalnız baş üzvlərdən ibarət cümlə olduğunu dəqiqliklə demək olar. Digərində isə yalnız baş üzvlərdən ibarət ola da bilər, olmaya da bilər. Yəni bunun haqqında uyğunluğu tapacağıq. Birinciyə baxaq. Əziz müəllimə dedi. Nə etdi? Dedi. Kim əziz? Kimə müəllimə? Bir də deyirik ki, dedi. Kimə? Əziz müəllimə. Burada mübtədə ola da bilər, olmaya da bilər. Yalnız baş üzvlərdən ibarət cümlə olduğunu dəqiqlik demək olar. Yanlışdır. Çünki burada tamamlıq da iştirak edə bilir. Yəni tamamlıq olur. Ona görə 1 deyil. 2-yə baxaq. O kəndin ən məşhur bilicilərindən biri sayılırdı. Burada kim deyə o sualını verə bilmərik. Çünki o kəndin ən məşhur bilicilərindən biri. Oradan sonra vergül qoyulmadığı üçün burada o təyindir. Və burada da yalnız baş üzvlərdən ibarət olduğunu dəqiqliklə demək olduğu üçün bu da yanlışdır. Bu da ola bilməz. Daha sonra burada yaşayan əhalini təhlükəsiz yerə köçürmək dövlətin əsas problemidir. Dövlətin əsas problemidir. Nə? Burada yaşayan əhalini təhlükəsiz yerə köçürmək. Bəli. Burada əminliklə deyə bilərik ki, yalnız baş üzvlərdən ibarətdir. 3-dür. Digərində isə yalnız baş üzvlərdən ibarət ola da bilər, olmaya da bilər soruşurdu. Qələbə qazanan qardaşımdır. Kimdir? Qardaşımdır. Kim qələbə qazanan? Mübtədə xəbər kimi götürmək olar. Bir də qardaşımdır. Hansı qardaşım? Qələbə qazanan. Həm təyin, həm mübtədə kimi götürə biləcəyimiz üçün yalnız baş üzvlərdən ibarət ola da bilər, olmaya da bilər. Bir də 4-dür. Zahirdə çox sadə görünən bu cümləni eşitmək onun üçün çox ağır idi. Onun üçün ağır idi. Deməli, daha doğrusu ağır idi. Burada xəbərdir. Ağır idi. Kim üçün? Onun üçün. Nə? Zahirdə çox sadə görünən məsələni eşitmək. Cümlənin təhlili bu şəkildədir. Burada da yalnız baş üzvlərdən ibarət ola da bilər, olmaya da bir fikri yanlış. Çünki onun üçün burada əminliklə tamamlıqdır. Burada mütləq ki, yalnız baş üzvlərdən ibarət ola bilər fikri yanlışdır. Mübtədə, yəni mütləq ki, burada baş üzvlərdən əlavə ikinci dərəcəli iştirak edəcəkdir. Məktəb direktoru Mahirin qohumu idi. Mahirin qohumu idi. Kim məktəb direktoru? Bir də deyirik ki, Mahirin qohumu idi. Hansı Mahirin? Məktəb direktoru olan. Həm təyin, həm də mübtədə kimi götürə bilərik. Mübtədə kimi götürsək yalnız baş üzvlərdən ibarət olacaq. Təyin kimi götürsək orada baş üzvlərdən ibarət olmayacaqdır. Yəni yalnız baş üzvlərdən ibarət olmayacaq. Ona görə biri də 6-dır. Cavab 3, 4, 6, yəni B variantı olur. Sual 73.
Hansı cümlə yalnız bir sual işarəsinin yerinə yazıla bilər? Mübtədəsi mürəkkəb, xəbəri quruluşca sadədir. Kənd sakinləri böyük və yeni quyuya baxırdılar. Baxırdılar kim? Kənd sakinləri. Mübtədəsi mürəkkəb, xəbər isə quruluşca sadədir. Bəli, mübtədə burada mürəkkəbdir, xəbər sadədir, düzdür. Daha sonra xəbər sintaktik əlaqədə həm əsas, həm asıl tərəfdir. Baxırdılar nəyə? Quyuya. Bəli, burada həm əsas, həm asıl tərəfdir. Bu da doğrudur. Cümlədə həmcins cümlə üzvləri işlənmişdir. Hansı yeni, hansı böyük? Bu, hər üçü haqqında doğru olduğu üçün A-nı götürə bilmərik. Bizə lazım idi ki, sual işarələrindən yalnız biri haqqında bilgisi olsun. Həm Vəlinin, həm də Əlinin təsərrüfat işlərində təcrübəsi çox idi. Çox idi. Nə çox idi? Vəlinin, Əlinin təsərrüfat işlərində təcrübəsi. Yalnız mübtədə xəbərdən ibarətdir. Mübtədə mürəkkəb, xəbər quruluşca sadədir. Bu düzdür. Cümlə üzvləri deməli, xəbər sintaktik əlaqədə həm əsas, həm asıl tərəfdə yanlışdır. Çünki yalnız asıl tərəfdir. Mübtədə xəbər əlaqəsi var burada. Uzlaşma var. Cümlədə həmcins cümlə üzvləri işlənmişdir. Fikir yanlışdır. Çünki burada tərkibin içinə daxil olubdur. Yəni söz birləşməsinin içindədir. Həmcins üzv yoxdur. İkinci sual işarəsinin yerinə yaza bilmərik, lakin birinci yaza bilərik. Ona görə də elə cavab olur B variantı. Yunanistan paytaxtı Afina Yunan ilahələrindən biri olan Afinanın şərəfinə adlandırılmışdır. Nə? Afina, burada mübtədə Afinadır. Mübtədə mürəkkəbdir deyir, yanlışdır. Xəbər sintaktik əlaqədə həm əsas, həm asılı tərəfdir. Cümlədə həmcins üzvlər var. Həmcins üzvlər də işlənməkdir. Bunu heç bir sual işarəsinin yerinə yaza bilmirik. Uşaqların ən böyük arzusu tez böyüməkdir. Deməli, tez böyüməkdir. Nə? Uşaqların ən böyük arzusu. Burada həm xəbər, həm də mübtədə quruluşca mürəkkəbdir. Sadə deyil xəbər. Xəbər sintaktik əlaqədə həm əsas, həm asılı tərəfdir. Xeyr, yalnız asılı tərəfdir. Həmcins cümlə üzvlər işlənmişdir. Bu da yanlışdır. Yəni, bunu heç birinə yaza bilmərik. Hamısı haqqında yanlışdır. Bunlar ilk dəfə İngiltərə ərazisində 1915-ci ildə tapılmışdır. Tapılmışdır. Nə? Bunlar. Burada mübtədə də, xəbər də sadədir. Birinci haqqında səhvdir. Sintaktik əlaqədə həm əsas, həm asılı tərəfdir. Deməli, nə vaxt, nə zaman? 1915-ci ildə. Birinci cümlə haqqında doğrudur. Cümlədə həmcins cümlə üzvləri işlənmişdir. Həmcins cümlə üzvləri işlənməyibdir. Bu yanlışdır. Burada ikinci və üçüncü cümlə haqqında ümumi sual işarəsində fikir yazmalıyıq. Biri yanlış, biri doğru olduğu üçün ümumilikdə buna doğru yaza bilmərik. Ona görə də bu da uyğunsuzluq yaradır. Doğru cavab olur B variantı. Sual 74. Verilən nümunə ilə bağlı hansı fikirlər müqayisə cədvəlinin heç bir xanasına yazıla bilməz? Mübtədəyə aid doğru fikir, xəbərə aid doğru fikir. Əvvəlcə cümləni təhlil edək. Deməli, xalqın əsas amillərindən biridir. Nə? Kimliyini qorumaq üçün dilini yaşatmaq. Deməli, burada kimliyini qorumaq üçün dilini yaşatmaq mübtədə oldu. Hansı? Hər də təyindir. Yazılışı və deyilişi arasında 4 fərqli məqam var. Baxaq. Kimliyini qorumaq, dilini yaşatmaq. Burada 2 dənə fərq var. Xalqın əsas amallarından biridir. Burada da 2 fərq var. Yazılışı və deyilişi arasında 4 fərqli məqam var. Heç birinə yazıla bilməz. Ona görə cavabın biri 1-dir. Daha sonra 2-yə baxaq. Sintaktik əlaqədə həm əsas, həm asılı tərəfdir. Burada sintaktik əlaqədə həm əsas, həm asılı tərəfdir. Mübtədəyə aid doğru fikir deyə bilmərik. Çünki mübtədə heç vaxt asılı tərəf ola bilmir. Amma xəbər hər yanaşma əlaqəsinə görə əsasdır. Mübtədə ilə uzlaşma əlaqəsinə görə isə asıldır. Ona görə xəbər haqqında deyə bilərik. Bunda heç birinə yazıla bilməz fikri soruşulduğu üçün 2 deyil. Quruluşca mürəkkəbdir. Sonuncu sözün kökü homonimdir. Deməli, burada həm xəbər, üçüncü fikirdə, quruluşca mürəkkəbdir deyir. Xəbər mürəkkəbdir. Sonuncu sözün kökü homonimdir. Həm burada deməli, xəbərə, həm də feili aid etmək olar. Çünki yaşatmaqda homonimdir. Sözün kökü yaş, eyni zamanda biridir. Burada bir də homonimdir. Bu hər ikisi haqqında ortaq fikir olduğu üçün bu hissəyə yazıla bilər. Üçü də götürmürük. Hökm bildirmir və ismi birləşmə ilə ifadə olunubdur. İsim birləşmə ilə ifadə olunan xalqın əsas amallarından biridir. Budur. Kimliyini qorumaq üçün dilini yaşatmaq. Bu isim birləşmə deyil. Xəbər isim birləşmədir. Lakin hökm bildirmir fikri səhvdir. Çünki ismi xəbər olduğu üçün hökm bildirir. Bildirmir, yox, bildirir. 4 də yanlış olduğu üçün, yəni heç bir yerə yazıla bilmədiyi üçün 4-ü götürürük. İfadə vasitəsi olan məsləhət tərkibinin içərisində başqa bir feil birləşmə işlənmişdir. Kimliyini qorumaq mübtədəyə haqqındadır ki, 1-i yaza bilərik, 5-i yaza bilərik mübtədə haqqında ki, İfadə vasitəsi məsləhət tərkibinin içində başqa bir feili birləşmə işlənmişdir. İfadə vasitəsi olan məsləhət tərkibinin içində. 5 də yazıla biləcəyi üçün 5-i götürmürük. Cavab olur yalnız 1, 4, yəni A variantı.
Sual 76. Hansı nümunələr haqqında verilən fikirlər həmin nümunələrin mübtədəsi üçün doğru, xəbər üçün yanlışdır? Ləyaqətini və qürurunu itirməyənlər hər zaman öndədirlər. Öndədirlər. Nə vaxt, nə zaman, hər zaman. Kim? Ləyaqətini və qürurunu itirməyənlər. Mübtədə haqqında düz, xəbər haqqında səhv olmalıdır. Quruluşca mürəkkəbdir. Bəli, mübtədə quruluşca düzəltmə mürəkkəbdir. Xəbər isə quruluşca mürəkkəb deyil. Bu mübtədə haqqında düz, xəbər haqqında səhv olduğu üçün cavabın biri 1-dir. Daha sonra deməli, ikincidə insanın öz səhvinə görə xəcalət çəkməsi alicənablıqdır. Alicənablıqdır. Nə? İnsanın öz səhvinə görə xəcalət çəkməsi. Mübtədə feili birləşmə ilə ifadə olunan fikri yanlışdır, çünki ismi birləşmədir. Mübtədə haqqında yanlış olduğu üçün 2 götürülmür. Dediklərimi etməyin səni mənə daha da yaxın etdi. Yaxın etdi. Nə? Dediklərimi etməyin. Burada mürəkkəb feillə ifadə olunmayıbdır deyir. Baxaq, mübtədə bəli, mürəkkəb feillə ifadə olunmayıbdır. Çünki etməyin yerinə yetirməyin müstəqildir və mürəkkəb feil yox, məstər tərkibidir dediklərimi etməyin. Bu doğrudur. Mübtədə haqqında düzdür ki, mürəkkəb feillə ifadə olunmuyor. Amma xəbər haqqında yanlışdır, çünki yaxın etdi mürəkkəb feildir. Mübtədə haqqında doğru, xəbər haqqında səhv olduğu üçün 1 də 3-dür. Oğurluq onda olan ən böyük gerilikdir. Bir leksik şəkilçi sözlə ifadə olunubdur. Mübtədə haqqında səhvdir, çünki oğur sözün kökü luq leksik deyil. Oğur deyilən söz yoxdur. Oğurluq sadədir. Bu da mübtədə haqqında səhv olduğu üçün 4-ü götürmürük. Bizim kitab sizin evinizdədir. Sizin evinizdədir. Nə? Bizim kitab. Nə kitab? Hansı kitab bizim? 2 fərqli cümlə üzvü ilə sintaktik əlaqədədir. Mübtədə həm xəbərlə, həm də təyinlə. Amma xəbər yalnız mübtədə ilə sintaktik əlaqədə olduğu üçün xəbər haqqında səhvdir. Mübtədə haqqında düz, xəbər haqqında səhv olduğu üçün 5-i də götürürük. Cavab olur 1, 3, 5, yəni B variantında. Daha sonra sual 76-ya baxırıq. İsimlə başlamayan, xəbərin qayıdış növdə olan feillə, mübtədənin isə düzəltmə sözlə ifadə olunduğu cümlədir. Deməli, isimlə başlamayan deyirsə, isimlə başlayan cümlələri atırıq. Yəni, B olmaz. Satirik əsərlər C olmaz. Daha doğrusu satirik sifətli isimlə başlamayandır. C-ni atmırıq. Dəri çantada da dəri isimdir. Bu da götürülmür. Yəni, D-ni də götürmürük. Cavab olur A-da, C-də ya da Y-də. İndi isə digərinə baxaq. Xəbəri qayıdış növdə olan feillə. Tanıtdı, qayıdış növdə deyil, ona görə A da deyil. Sarsılmışdı, bu da qayıdış növdə yox, məlum növdədir, bu da olmaz. Cavab qalır E. İndi isə baxaq. İsimlə başlamayan, bəli, ağbirçək sifətdir. Xəbəri qayıdış növdə olan deyinmək, bəli. Mübtədənin isə düzəltmə sözlə ifadə olunduğu cümlədir. Deyinmişdi. Kim? Qapıçı. Bəli, qapıçı da düzəltmə sözlə ifadə olunan mübtədədir. Bütün şərtlərin tələbini ödəyən olur E variantında. Sual 77. Nümunə əsasında müəyyən edin. 1896-cı ildə Afinada keçirilən ilk beynəlxalq olimpiyada oyunlarında marafon atletləri məhz 40 kilometr, yəni vaxtilə Filippidin qət etdiyi məsafəni qaçmışdılar, amma sonra həmin məsafəni dəyişdirmişdilər. Digər cümlə isə Windsor sarayında idman meydançasına qədər olan məsafəni üstükdə göründü ki, iştirakçılar 42 kilometr, 195 metr məsafəni qət etməlidirlər. Cümlələri əvvəlcə təhlil edək, ortaq və fərqli xüsusiyyətləri tapmalıyıq. Qət etməlidirlər. Kim? İştirakçılar. Haranı məsafəni? Hansı məsafəni? 42 kilometr, 195 metr olan. Nə etdi? Göründü. Nə göründü? Nə yox, daha doğrusu göründü. Nə vaxt, nə zaman? Windsor sarayında idman meydançasına qədər məsafəni östükdə. Nə vaxt, nə zaman? Östükdə. Burada hamısı birlikdə tərkib yaradır. Feili bağlama tərkibidir. Digər cümlənin təhlilinə baxaq. Amma sonra həmin məsafəni dəyişdirmişlər. Nə etmişlər? Dəyişdirmişlər. Haranı məsafəni? Hansı məsafəni? Həmin nə vaxt, nə zaman sonra? Nə etmişlər? Qaçmışdılar. Kim? Marafon atletləri. Harada? Olimpiya oyunlarında. Hansı olimpiya? Beynəlxalq. Hansı ilk? Hansı? 1956-cı ildə Afinada keçirilən. Qaçmışdılar. Haranı məsafəni? Hansı məsafəni? Deməli, 40 kilometr, yəni vaxtı ilə Filippin qət etdiyi. Burada hamısı birlikdə təyin gedir. İndi isə baxaq, ortaq cəhət, fərqli cəhət. Birincidə qeyd olunur ki, feili birləşmə ilə ifadə olunmuş təyinin olması, feili birləşmə ilə ifadə olunan təyin Filippinin, vaxtı ilə Filippinin qət etdiyi feili birləşmə ilə ifadə olunan təyindir. Digər cümlədə isə deməli, feili birləşmə ilə ifadə olunan təyin yoxdur. Feili bağlama var, xəbər var, zərflik var, feili bağlama ilə ifadə olunan. Cümlədə təyin yoxdur ikincidə. Ona görə bu fərqli xüsusiyyəti olduğu üçün 2-yə yazırıq A-nı. Mübtədənin yazılışı və deyilişinin fərqlənməsi. Mübtədə marafon atletləri, digərində isə mübtədə iştirakçılar. Mübtədənin yazılışı və deyilişinin fərqlənməsi.
Orada marafon atletlərində marafon atletləri fərqlənir, mübtədənin yazılışı və deyilişi fərqlənir. Digərində iştirakçılar burada mübtədədir. İştirak. Orada t-dıya keçir. İştirakçılar. Bəli, hər ikisində mübtədənin yazılışı və deyilişi fərqlənir. Bu da olacaqdır bunların ortaq xüsusiyyəti. Birə B-ni yazırıq. Daha sonra zərfliyin ilk cümlə üzvü olması. Birincidə zərflik ilk cümlə üzvüdür, ikincidə isə təyin ilk cümlə üzvü. Bu da fərqləri olduğu üçün C-ni yazırıq 2-yə. Mübtədələrdən birində şəkilçi ixtisarının olması, iştirakçılar, marafon atletləri, xeyr, heç birində şəkilçi ixtisarı yoxdur. Ona görə bu heç birinə aid edilə bilməz. D-ni heç birinə götürmürük. Xəbərlərin vurulca sadə olması, qət etməlidirlər, göründü, sadədir, dəyişdirilmişdir, daha sonra qaçmışdılar, sadədir. Bu, hər ikisi haqqında deməli ortaqdırmı? Bəli, hər ikisi haqqında ortaq fikirdir. Eyni yazırıq 1-ə. Xəbərlərdən birinin 2 leksik şəkilçi sözlə ifadə olunması, qət etməlidir mürəkkəbdir. Sonra göründü 1 leksik şəkilçi, dəyişdirmişdilər, burada 1 leksik şəkilçi, qaçmışdırlar. Burada ümumiyyətlə leksik şəkilçi yoxdur. Bu fikirdə hər ikisi haqqında yanlış olduğu üçün ə-ni heç birinə götürmürük. Cavab olur 1-ə B-yə, 2-yə A-C, yəni D variantında. Sual 78, sonuncu suala baxırıq. Cədvəldəki uyğunluğu müəyyən edin. Yanlışdan yanlışı, doğrudan isə doğrunu götürməliyik. Xəbər qoşmalı sözlə ifadə oluna bilsə də, bu fikri mübtədəyə aid etmək olmaz. Yanlışdır. Həm mübtədə, həm də xəbər qoşmalı sözlə ifadə oluna bilər. Mübtədə əsasına qurulan bəzi söz cümlələrdə xəbər iştirak etmir. Mübtədə əsasına deyə bilmərik, çünki söz cümlədə cümlə üzvü iştirak etmir. Və burada da mübtədə əsasına qurulan söz cümlədir. Fikir yanlışdır, çünki söz cümlədə cümlə üzvü olmur. O zaman bu artıq söz cümlə sayılmaz. 2 yanlışdır. Xəbərin ifadə vasitəsi hər zaman hansısa şəxs şəkilçisini qəbul etməlidir. Xeyr, bəzən ixtisar oluna bilər. Eyni zamanda ıb şəkilçisi nəqli keçmiş zamanda şəxs sonluğu işləməyə də bilir. Yəni işləmir ümumiyyətlə. 1, 2, 3 yanlışdır. İndi isə doğruya baxaq. Mübtədə cümlə üzvlərindən yalnız biri ilə heç vaxt sintaktik əlaqədə olmur. Biri yox, ikisi ilə nə tamamlıqla, nə də deməli tamamlıqla sintaktik əlaqədə olmur. Eyni zamanda zərfliklə də sintaktik əlaqədə olmur. Bu fikir yanlışdır. Cümlənin xəbərinin tərkibində fe'li bağlama və təsirli hallı söz ola bilər. Bu fikir doğru fikirdir. Sözlə ifadə olunan, amma adlı hallı sözlə ifadə olmayan bütün mübtədələr başlanğıc formada olmur. Bu fikir yanlışdır. Çünki başlanğıc formada burada bütün mübtədələr dediyi üçün bu da yanlışdır. İndi isə doğrudan doğrunu götürürük. 5, yanlışdan yanlış 1, 2, 3. Doğru cavab olur 1, 2, 3, 5, yəni D variantında. Belə əziz müəllimlər, baş üzvlər mübtədə və xəbərlə bağlı olan sualların izahı bu qədər.